tənzimləyir bu gömrükdə ödənilən pulları. Ana mənbə olaraq gömrük məcəlləsindən mənbə götürülür. Ondan sonra digər qanunvericiliyə axtarma yol açılır. Ona görə də biz sizinlə ekranda deməli, bizə saniyə dəyərli yoldaşlar. Burada bir faylımız da var, onu da açaq. Ümumi olaraq biz sizinlə gömrük məcəlləsinin 1.0.17-ci maddəsi ilə başlayacağıq. Hələ birinci baxaq görək bu ümumiyyətlə gömrük ödənişləri nə olan bir məfhumdur, necə hesablanır, necə yaranır, ondan danışmalıyıq. Bu vergi məcəlləsinin 13-cü maddəsi vergi terminləridir. Gömrük məcəlləsində birinci maddəsi bir növ gömrük terminləridir. Mən bir daha bizim yenə deyirəm, məqsədimiz birinizə faydalı olmaq. Mən də sizdən çox məlumat öyrənirəm, siz də bizdən ümidvaram ki, öyrənirsiniz. Məlumat vermək istəyirəm ki, bildirmişdim, bir daha bildirirəm. Mənim gömrük müəllimim Kamil müəllim Əyyuboğludur. Şamaxıdan Askı Bakıda fəaliyyət göstərir və yüzlərlə tələbəsi hal-hazırda Dövlət Gömrük Komitəsində aşağı yuxarı vəzifələrdə çalışır. Onlar 2017-ci ildə mən gömrük tədrisi almışam. Xüsusi olaraq gömrük ilə bağlı, yəni elə bir mövzu yoxdur ki, o mənə onun tədrisini keçməsin. Bir təxminən 6 aylıq bunun yanında mütəmadi kursa getmişəm. Bir neçə il, 8 il, 9 il öncə də belə deyək. Və o səbəbdən də gömrük qanunvericiliyi üzrə biliklərim yetəri qədərdir. Normal mühasiblərdən fərqli olaraq. Çünki mühasiblər gömrük kursuna qədər də keçir və keçirlərsə öyrənirlər. Amma bizim menümüzdə o yoxdur da belə deyək. Amma bugünkü gün danışdığım mövzular benim mütləq. Yəni mühasib onu bilmirsə, maya dəyərindən ixaldan danışmaq düzgün olmaz. Adətən səhv hesablanır və mən bu gün isbatlayacağam ki, nəyə harda səhv edirlər. Nə əksər kütləyə aiddir. Bunları vurğulamağı özümə borc bildim. Və bu gömrük məsələləri çərçivəsində gömrük məcəlləsi, inzibati xətalar məcəlləsi, cinayət məcəlləsi, inzibati prosessual məcəlləsi, əlavə olaraq 116 qanunvericilik aktı, prosedurlarla bağlı o biliklərə sahibəm. İndi mən yığcam formada danışacağam. Bu maddədən başlayırıq. 1017 və bu danışdıqlarım xidmət edəcək maya dəyərindən. Birbaşa bura fokuslanım. 1017-ci maddə gömrük ödənişlərinin siyahısını bizə verir. Gömrük ödənişləri nə deməkdir? Gömrük ödənişləri yəni Dövlət Gömrük Komitəsi bizdən hansı pulları ala bilər? Ümumi yazılır burada. İstəyirsən vətəndaş kimi sərhəddi keç, istəyirsən vergi ödəyicisi kimi sərhəddi keç, ümumi 5 növ ödənişi bizdən qəbul etmək hüququna malikdir. Biz bilirik ki, vergi ödənişlərinin qəbulu iki orqana tapşırılır. Dövlət Vergi Xidmətinə və dövlət ixalar münasibətdə, digər gömrük prosedurlarına münasibətdə Dövlət Gömrük Komitəsinə. Yəni bu da bir sual ola bilər. Vergilər hansı qurumluq gömrük ilə vergi. İndi burada 5 ödəniş yazılır. Mən bir 5-10 dəqiqə danışım, sonra sizə sual verəcəm. Maraqsız olsa sizə 3 qrup artıq keçib çox maraqlı. Maraqsız olsa mövzunu qanun praktikaya çevirə bilər. Deməli burada başlayaq 5 ödənişin 3-ü malların maya dəyərində iştirak edə bilir. Bu görətdiyimiz isə gömrük rüsumları, vergilər və yığımlar. Bu ikisinin maya dəyərində yeri yoxdur. Bu ikisi nədir bunu da bilək. Bu gömrük məcəlləsinin 334 maddəsi var. 334 maddəsinin sonlarında ödənişlərdən danışılır. Haqq. Birinin adı haqq. Bu haqq ümumi olaraq bizim üçün nə anlama gəlir? Ödənişin adını yazaq bura, deməli haqq. Haqq vermək kimi başa düşməyək, ümumi oxşatma sözdür. İki hal üçün istifadə olunur. Birinci hal hərraclar üçündür. Hərraclar üçün. Maraqlıdır, çox sağ olun Məhəmməd. Məhəmməd xanım, artıq 3-cü saatıversiniz. Siz az öncəki qrupdaydınız, düzdür, bəyannamələrdir. Maşallah yorum yazırsınız. Hərraclardır. İkincisi də məhv etmə. Məhv etmə. Bizim dövrümüzdə müəllim öyrədəndə hərraclar idi, sonradan bunu qəbul etdilər. Bu nə deməkdir? Deyək ki, Nicat adlı sahibkar xaricdən malları ixal edir. Gömrük əməliyyatları ilə bağlı malların ölkəyə daxil olması və ölkədən çıxması 13-14 formatda tənzimlənir. Misal üçün mən sizə elektron qaymanın 12 növündən danışdım, malların satışında təqdim edilməsi. Elə bu da gömrükdə bir 13-14 formatı. Yəni malların getməsi, gəlməsi. Yəni 12 bəyannamə qayma növü ki, hamısı satış deyil ki, düzdür? Bir agent burada da hamısı ixrac gömrük satış deyil. Müvəqqəti aparmaq olar, müvəqqəti icarə gətirmək olar, başqa prosedurlar, tranzit ola bilər, beynəlxalq tranzit, daxil tranzit və sair var. Biz indi deyək ki, malları ixal edirik. İxal gömrük proseduru deyilən bir termin yoxdur lüğətdə, yəni məcəllədə. Onun öz rəsmi adı başqa. Biz ixal gömrük proseduru deyirik. Misal üçün Nicat malları gətirib gömrüyə, Baktamojin, bu Lökbatanda İpək yolu gömrük postunda, Qaradağ rayonunda. Mallar qalıb orada, malların qalma müddəti var da. 4 aylıq orada saxlanıcılar var. Saxlama üçün yerlər verirlər, yer verirlər, pul idarədə belə deyək. Sonra o müddət 3 ilə kimi uzadılır, ambar proseduru var. Mal saxlanış prosedurundan çıxır, ambar prosedurunda keçir. Artıq görürlər ki, Nicat bu gəlib malına baxmır, malını istəmir. Gömrük bunu da 3 ildən çox saxlaya bilmir. Gömrük bu malları satışa çıxardır. Bu qərar var bununla bağlı. Bizim üçün vacib deyil. Bu malları çıxardır satışa, satışı. Yəni bu hərracı keçirən qurumlar, hərrac var. Auksion deyir, hərrac, xarici saytlarda olur. Çünki gömrükdə hərrac keçirən qurumlardan biridir. Bu hərracı keçirdiyi Maliyyə Nazirliyi, üstəgəl Dövlət Gömrük Komitəsi, üstəgəl Az Terminal Kompleks Birliyi də qısaca yazaq. Üçü birləşən hərrac keçirilir. Hərracla bağlı elan verilir, Elşən gəlir, Məhəmməd xanım gəlir, hamı gəlir, sahibkarlar ora xidmət haqqı ödəyirlər, qoşulurlar. Buna deyirlər haqq. Bu odur. Orada məhsulu udurlar, pulunu verib malları orada 3 gün 5 gün vaxt pul verirsən, malı götürürsən, aparırsan mal olur sənin, rəsmi alış olur. O malları neçəyə satırsa Dövlət Gömrük Komitəsi. Məsələn 1 milyona satır Nicat malını. 1 milyondan bu 3 il ərzində nə qədər rasxod olursa gömrüyün çəkdiyi xərc olursa Nicat malı üçün o pulları çıxır, qalan pulu göndərir Nicat üçün. Ümumi mexanizm budur. Bəlkə Nicat orada qalağa düşə bilər ümumi hesabda gəlirlər, hərracda satılma qiymətindən asılı. Bir bu oldu, bir də məhv etmə. Nicat xaricdən malı gətirib, müəyyən səbəblərdən Dövlət Gömrük Komitəsi qərar verir ki, mallar məhv edilməlidir. Müəyyən tərkib, müəyyən hadisələr, məsələn gömrükdən keçirilməsi qadağan olunan mallar var, narkotik vasitələr var, digər televizorda görürük, yandırırlar. Deyək ki, bu mallardan olur. Minlərlə çeşid var. Bununla bağlı qanunvericilik var. Hansı mallar nəzarətdədir. Və Dövlət Gömrük Komitəsinin girişlərində həmin malların siyasi olur. Ölkəyə gətirilməsi məhdudlaşdırılan mal. O məhv etməklə də bağlı deyir ki, ay Nicat, sən malı gətirmisən, bu birincisi. İkinci mən bir Dövlət Gömrük Komitəsi olaraq niyə qüvvə ayrı vəsait alırsın? Malı yandırmayla, pul ver bura. Pul ver yandırım. Yəni o pulu alırlar Nicat orası kodu. O da haqqdır, bu da haqq. Haqq alırlar da belə deyir. Rəsmi formada ödəniş alırlar. Bu oldu haqq. Bu gömrük bəyannaməsində bunun işi yox. Bunun bizim maya dəyərində işi yox. Ümumi sahibkarımızdan bu pul çıxanda birinci bu nəyin puludur? Bunu bildik. Sonra gəlirik ikinci ödəniş dövlət rüsumu. Dövlət rüsumu haqqında qanunvericiliyi var. Həmin qanunvericiliyin ikinci 24-cü maddəsi var. Dövlət rüsumu. Dövlət rüsumunun bizim dərsi ayrılan hissəsi. Belə geniş sənəddir. Dövlət qurumları alır, dövlət rüsumu bir dövlət ödənişidir belə deyir. Bu praktikada hansı hallarda olur? Azərbaycanlı şirkətlər üçün deyil. Yəni bu dərsə münasibətdir. Azərbaycana daxil olan xarici maşınlar üçündür. Misal üçün, hansısa bir maşın tranzit olaraq Azərbaycandan keçir. Gürcüstandan daxil olur Balakən tərəfindən deyək, gedir İrana. Bizə pul verməlidir, dövlət rüsumu. Boşda maşının konteynerdə mal var, mal yoxdur, Euro 4-dür, Euro 5-dir, köhnə maşındır, havanı nə qədər zəhərləyir, nə qədər yol gətirir, hesablanır hamısı. O dövlət rüsumu alır, dövlət pul alır buradan. Yol vergisindən əlavə dövlət rüsumu alınır. Bu da onlara aiddir. Yəni bizə bəyannamədə, gömrük bəyannaməsində olmayacaq. Sadəcə məlumat vermək istədim sizə. Hansısa bir sual olanda cavab verə bilərəm. Sonra gəlirik bu üç ödənişə. Bu üç ödəniş bizə lazım. Bəyannamədə olacaq. Birinci başlayırıq gömrük yığımlarından, gömrük yığımlarından. Diqqətlə qulaq asaq, ümumiyyətlə gömrük biliyi olmayan şəxslərə burada hər şey açıqlanacaq. Gömrük yığımları nədir? Misal üçün Nicat MMC Çindən tikinti materialı gətirir. Misal üçün silikon kleylərdən. İndi Nicat da yaxşı bilir onları. Çindən ixal edilir onu. Nicat o malları gətirir gömrüyə, Bakı Baş Gömrük İdarəsinə, Sumqayıt İdarəsinə, İpək yolu postuna avtomatik elektron sistem oradan bir əməkdaş ayırır. Əməkdaş ayırır ki, bu inspektor gömrüyün əməkdaşı Nicatın malını yoxlayacaq, ümumi nəzarət həyata keçiriləcək, gömrük rəsmiləşdirilməsi, yəni rastlamışqa hadisəsi baş tutacaq. Buna görə bizdən pul alır. Yığım deyirlər buna. Bu biri budur misal. Birinin ümumi çəkirəm ha. Bir mənə pul verir, sənin maşını yoxlayırlar. Pul verirsən yoxlamır. Misal üçün də əslində yoxlayırlar, hər şey eləyirlər, axırda pul alırlar. Buna yığım deyirlər, xidmət haqqı. Sonra başqa hallar üçün də ola bilər. O sənədi göstərəcəm sizə. Bu yığımın birbaşa gedib malların maya dəyəri.
İndi yığımları hardan baxa bilərsiniz? 168 nömrəli Nazirlər Kabinetinin gömrük yığımları ilə bağlı qərar. Elə Google-da 168 gömrük yığımı yazsa çıxacaq. Bütün yığımlar burada. Bir 15 yığım növü var kateqoriya üzrə. Burada belə bunlara baxın. Bunlar ümumi ekspertizadır. Məsəl üçün xaricdən mal gətirmisiniz. Həmin mal ekspertizaya gedib tərkibi dəqiqləşdirilməlidir. Deyirlər 150 manat verin, məsəl üçün genetik modifikasiya olunmuş orqanizmlərin ekspertizası sənədini verin sənə. Aydındır? Yəni bu çox nüanslar var. Neft məhsullarının ekspertizasıdırsa 100 manatdan pul alacaq. Orada İPək onun içində ekspertiza bölməsi var. Kimyəvi silahlar və sair sənədşünaslıq bəzi malları qiymətləndirə bilmirlər, ekspertizaya gedib mütləq qaydada. Hətta normal mallar bəzən ekspertizaya gedir, malın tərkibini dəqiqləşdirirlər, ona uyğun qiymət deyilir ki, bu qiymətlə rastlamış olacaq. Bu sənədlə tərtib edilmiş mallardır. Tələsməyin. Bütün yəni Dövlət Gömrük Komitəsinin ixal olunmuş mallara, yəni gömrük ərazisindən çıxmayan, hansı ki rastlamış mərhələsindədir, onlarla bağlı müəyyən xidmətlər ki göstərəcək növ-növ yığımlar alacaq. İndi bu yığımlar kodlaşdırılıb. Ümumiyyətlə gömrük ödənişləri kodlaşdırılıb. Hansı sənəddən baxa bilirik? Dövlət Gömrük Komitəsinin 2014-cü ildə təsdiqlənmiş gömrük bəyannamələrinin doldurulma qaydası. Gömrük bəyannaməsi ekranda gördüyünüz datalara bağlamışam. Gömrük bəyannaməsi necə yaranır? Onu da sistemə daxil olub sizə göstərə bilərəm. Yəni səsə qoyaq çox xahiş edirəm. Gömrük bəyannaməsi biz elektron qaymə yazarkən məlumatları doldururuq, malın adı, kodu, ölçüsü, sonra onu təsdiqləyirik ipini, sonra çap edirik, düzdür? Bu da elə belədir. Broker girib doldururuq dataları, sonra biz daxil oluruq sistemdən çap edirik. Ego saytında da e-custom saytında 2 saytdan çap etmək olur. Ego yığışdırılmalıdır, e-custom qalmalı. Çap edirik, bunu oxumağı bacarmalıyıq ki, nə məna daşıyır. Misal üçün vergi bəyannamələrini də çap edə bilirik. Vergi bəyannamələrində bunu qayma ilə müqayisə etmək tam doğru deyil, amma vergi bəyannamələrində müqayisə edə bilərik. Vergi bəyannamələrində sətirlər var. Misal üçün mənfəət bəyannaməsi 206, əvəzsiz təqdim etmə 207, səhv. Misal üçün 202, amortizasiya olunmuş aktivlərin təqdim edilməsi, nə bilim onun əlavə biri, onun xərclər hissəsi, o da PDF-ə çevrilir, çap edilir. Bu da elə oldu. Doldururlar, çap edirlər. Amma burada sətir yox, qrafa yanaşması var. Baxın bu kvadratların, düzbucaqların hərəsi bir qrafadır. Bu böyük qrafadır, bu biraz kiçikdir, bu biraz böyükdür. Ən böyük qrafa deyək budur, lap böyük deyək budur. Və sair daxil 60-a yaxın qrafadır. Bu 60-dır qrafa sayı. 54 rəqəmləndir, 60-da hərf rəqəmləndir. İndi tələsməyin. Bu ümumi tanışlıq verdik. Biz indi gömrük yığımlarından qısaca danışdıq. Bu sənədə müraciət edirik. Sənədin 42-ci vərəqi var, tələsməyək. Deməli CPS. Vərəqin 42 sənədin bu hissəsindən başlayır. Gömrük yığımları deyil bunlardır, kodlaşdırılır. Bu yazı deyir, rastlamış yığımının 01 kodu, rastlamış yığımının 2 qat hesablanması 02 yığımı, nə bilim ekspertiza misal üçün filan, malları deyir saxlanıca verin müvəqqəti saxlanmaq üçün 70 kodu. Bu ümumi misal üçün 02 nədir? 02 odur ki, mallar 01 odur ki, malları yoxlayıb bizdən xidmət haqqı alır. 02 iş vaxtından sonra duvar hesablanır, 2 qat hesablanır və yaxud misal üçün Nicat xaricdən malları ixal edir. Mən malı gömrük həyətinə salmaq istəmirəm. Aparıram zambarıma gömrük adam göndərsin. Deyir onda 2 qat. Yəni bu baza məbləği necə yaranır və sonradan 2 qat necə yaranır deyəsən. Bu bəyannamədə bir yığımı sizə göstərir. Bu bəyannamənin əsas vərəqində bu əsas vərəq var və əlavə vərəq izah edəcəm. Burada aşağıya düşürük. Bu hissəni böyüdürük. B qrafası. B qraf 13.021 manat 60 qəpik. Ümumi rastlamış qanun puludur. Burada görürsüz 02 yazılır. 02 nə qədər 240 manat. 932 AZN. AZN ifadə edir, belə yadda saxlayaq. 240 manat bunun pulu. 5000 filan, 7000 filan, 60 manat filan, 10 manat filan, ümumi 13. İndi biz bu yığımdan ümumi danışdıq. Bunu başa düşdük. İndi keçək gömrük məcəlləsindəki digər məsələ. Vergilər. Ümumi olaraq gömrük əməliyyatları çərçivəsində hansı vergilər istifadə oluna bilər? Bu Nazirlik Dövlət Gömrük Komitəsi burada düzdür. 2 vergi növü verib, aksiz və ƏDV. Amma ümumi olaraq ölkəyə giriş-çıxış zamanı 3 vergi olur. Aksiz, ƏDV və yol vergisi. Yəni aksiz də ola bilər, belə desək, bunları ifadə edin, bunlar çox vacib məsələdir. Vergilər olacaq. Əlavə dəyər vergisi, aksiz vergisi, yol vergisi. Yol vergisini belə desək xaricilərdən alırlar. Bu yük həcminə görə, bu oxların sayına görə, kiloqramına görə, tonuna görə təhlükəli mallar, digər kateqoriyalar var, yüksək məbləğdə ödənişlər var. Yol vergisi bizim sürücülərə deyək ki, aidiyyatı yoxdur. Bir burada qalır ƏDV ilə aksiz. Bundan da danışacağam. ƏDV-nin kodu 32-dir, aksizin kodu 30-dur. 32 və 30. İndi biz gəlib bəyannaməmizə baxaq. Hələ ibtidai formada gedirik. 32 var, 30 yoxdur. Deməli burada aksiz yoxdur, ƏDV var. 7583 manat. ƏDV necə hesablanır? Ən axırda onu da deyəcəm. Çünki dərsimiz ƏDV deyil, amma axırda onu toplar. Sonra vergilərdən bir qısa məlumat əldə edə bildik. Keçid edirik. Əsas məsələ gömrük rüsumları. Gömrük rüsumları ümumilikdə bölünür 6 yerə. İndi gəlin belə deyək. Haqq oldu, haqqın haqq hesabını Dövlət Gömrük Komitəsi təyin edir. Dövlət rüsumu haqqında qanunla. Yığımlar 168 nömrəli qərarda pulu ilə yazılıb. Vergilər vergi məsələsi ilə. Gömrük rüsumları isə 200 deyirəm, 500 nömrəli Nazirlər Kabinetinin qərarı var. Bu qərarı burada tələsməni belə göstərim, kompüter dondurucu açanda. Baxın bu qərardır. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, ithal və ixrac rüsumları böyük bir sənəddir. Yəni ümumi həmin sənədə də müraciət edə bilirik. Aksizlə bağlı yox, danışmayacağıq yəqin ki. Aksizə ehtiyac yoxdur, praktik yönə üstünlük versə hələ ki ehtiyac yoxdur. Sonra indi gəlirəm burada. Rüsumların dövlət rüsumu ayrıdır, qarışdırmayaq. Gömrükün rüsumu ayrıdır. Düzdür, ikisi də dövlət büdcəsinə gedir. Amma dövlət rüsumu ayrıdır, gömrük rüsumu ayrıdır. Yadda saxlayaq ki, burada haqq adlı ödəniş dövlət büdcəsinə getmir. Gömrüyün büdcədə kənar fonuna gedir. Səhv etmirəmsə olmalı bu vaxt deyil. Gömrük yığımları yəni 100% dövlət büdcəsinə getmir. Onu gömrüyə yığılır pulu, işçilərə bonus verirlər, dövlət qurumlarına pul ayrılır, prezident aparatına 7% prezident aparatına gedir. Gömrük üçün ərazi obyektləri tikilir, sərhəd qoşunları əməkdaşlarına 400 min orada ödənişlər ödənilir ki, sərhədi qoruyublar, maşınlar keçir və sair var. Amma gömrük rüsumu və vergilər dövlət rüsumu dövlət büdcəsinə gedəcək. Bizim üçün onun fərqi yoxdur. Biz gömrük ödəyirik, özü dövlətə verir. İndi bu sənəddən görürük ki, gömrük rüsumları bölünür 6 yerə. 6 yerə bölünür. Bizimki bizə ən çox lazım olan bu 20-dir. Bunlardan da qısa məlumat verəcəm. Rüsumlar haqqında tam detallı məlumat almaq istəyir. Rüsum dərəcələri 500 nömrəli qərardan. Yəni qızıl gül gətirsən xaricdən nə qədər rüsum verəcəm? Məsələn 2 kiloqramda 1 dollar. Su gətirsən litrinə 30 sentdir, 51 qəpik. Yəni taxta gətirsən dəyərinin 15%-dir. Su keçirməyən hovuz taxtası gətirsən, yəni kubuna 3000-5000 pul çıxır. Onları bir-bir danışacağıq. Biz burada 687 nömrəli Nazirlər Kabinetinin qərarı var. Bütün rüsumların ana başlıqları burada izah olunur. İstəsəniz mütləq yuxarıda tövsiyə edirəm.
tanış olmağı. Mən sənədləri dəfələrlə oxumuşam. İndi biz burada 20 ödəniş kodu kifayə kavrusumuz bəyannaməmizdə onu görə bilərik. 20 var, 21 yoxdur ki, bizdə budur. İndi bunun ətrafında danışmaq istəyirəm. Mən dərs, yəni bilirsiniz ki, bu dərsi bu 20-nin xətti üçün, başqa sizin xətti üçün keçirir. Yəni əsas dərsin mənbəyi, kökü bu 20-yə bağlıdır. 25 olmasa bu dərsi salmazdı proqram. Və çətini 20. İndi mən bu rusumun mahiyyətini izah edeyim sizə. Deməli, Müslüman hesabı
Toplanma mexanizmi üç cürədir. Birinin adı advalordur.
ad valor yəni faizlə hesablanırlar. Ədədi 18 ad valor vergisi. Rüsumların da ad valor mexanizmi var. Ad valor faizlə hesablanan deməkdir. Sonra gəlir burada spesifik faizə, aidiyyatı yoxdur. Deyir ki, suyun 1 litri 51 qəpik rüsum. Yəni standart ölçü ilə gedir. Misal üçün, fərqlənmə nişanı alanda 9 manat vergi verilir, sabit vergi. Bu da onun kimi bir məsələdir. Burada seçimlə deyil, mal hansı kateqoriyaya düşürsə o formada hesablanacaq. Üçüncü isə ad valorla spesifikin cəmidir, bunun adı kombinə gedir. Hər ikisi alınır. Bir ikisini də verəcəksən. Kombinasiya olur ikisinin arasında. İkisini də hesablayıb alırlar. İndi gəlin nümunələr çəkək. Ad valora aid nümunə deyərkən ad valordan danışsaq, ad valorda 6% dərəcəsi var idi. İndi 3% dərəcəsinə keçirdilər bir neçə ildə artıq. 0, 5, üzr istəyirəm, 0,
faiz, 5% və 15%. Bu nə demək? İndi biz bundan danışmağımız üçün dəyərləndirmə mexanizminin üçlü sistemini bilməliyik. Bu advalordan ayrılır. Hələ belə mexanik qaydası var. Deməli, gömrük komitəsində, gömrük biraz astadan danışıram, biraz yorğunçuluq var, həm də mövzu biraz əsas mövzu deyil, kombinasiya yaratmaq üçün. Əvvəlki enerji qanunu, tez-tez danışırdıq, indi biraz adam yorğun, ona görə yavaş-yavaş izah edirəm ki, əsas işi başa düşək. Deməli, burada 3 dəyər mexanizmi var. Yəni bu ithalda, ixracda 3 cürə pul hesablanması gedir. Birinin adı invoice dəyəridir. Invoice dəyəridir. Mən sizə 7-8 qrafanı izah edəcəm. 10 qraf tərəfindən izah. Birinci invoice-dur. Birinci mənim sıralamamdır. Sonra gəlir gömrük dəyəri, ən vacibi. Sonra gəlir statistik dəyər. Statistik dəyər gömrük dəyərinin dollar versiyasıdır. Yəni eyni mənfumdur. İndi bu invoice dəyəri nədir bilirik. Baxırıq Excel-imizə. Diqqətlə baxırıq bura. Invoice dəyəri yəni qaymə dəyərdə malı neçəyə alacaq. O da bizim cədvəldə. Baxın mən malların adını şərti olaraq həftələrlə vermişəm. Amma bu data real data. Malların adını kommersiya məlumatlarını gizlətmə məqsədilə vermişəm bu rəqəmdə. Baxın bu oldu bizim üçün malların adı. Bu oldu malların bir ədədinin kiloqramı. Burada necə kiloqram hesablanacaq. Yəni data kiloqramına yaranacaq. Ümumi olaraq malların bir ədədi. Adı mal 52 ədəddir. Biri 6 kilo 770 qram. Bu ədəd bu kiloqram. Yəni miqdar və bir ədədin kiloqram. Bu ümumi kiloqramdır. 52-ni vurmuş 677-yə 352 biz bunu invoice-dan götürüb bir başa yazmışıq. Ümumi bu belə yazılır. Bu bir ədədinin qiymətidir. Malın bir ədədi 9.60 dollardır. Burada vermişik USD. Yəni bu olur invoice dəyəri. Invoice dəyəri manatla olmur da. Yəni xarici şirkət bizə nə satırsa odur. Dollar, evro, yəni hamısı var idi. Necə təyin edirik, bəyannamədən necə bilirik, hansı valyutanı deyəcəm. Bu bir ədədin qiymətidir. Bunu da başa düşdük sizinlə. Sonra gəlirik. Bu ümumi dollar ifadəsidir. Say vurulsun bir ədədinə. Say vurulmuş bir ədədinə ümumi summanı çıxartmışıq 19.148 dollar 50 sent. Bu manatla ifadədir. Bunlar hamısı dollar idi. Bu 9.69 dollar 60 senti 1.70-ə vurmuşam. 1.70-ə vurmağı hardan bilirəm mən? Onu da dəqiqləşdirmişəm. 1.72-ə vurmalıyam. Bəlkə evro 1.78 olmalı. Bəlkə TL 1.32-ə vurmalı. 0.32 onları deyəcəm. Ümumi hələ ki tanışdıq. Bunları çevirdim manata. Bu isə hesab edin ki, bu dollardır, bu manat versiyasıdır. Bu dollardır, bu 7 manat versiyasıdır. Bu da manat. Dolların ümumi manata çevirdik. Bunları bildik. Hələ bunlara tələb, bunların işi biraz başqa. Bunlara tələb. Bunu başa düşdük. İndi gəlirik. Malların deməli bu dəyəri oldu invoice dəyəri. Bu harda olacaq deyəcəm. Ümumi olaraq bildik ki, malın invoice dəyəri yəni bütün sifarişin ayrı-ayrı baxa bilirik ümumidə. Malın real qiyməti, xaricə nə qədər pul deyəcəm. Bunun gömrük üçün bir əhəmiyyəti yoxdur demək olar ki. Bu demək bizim malların maya dəyərində iştirak edir. Maya dəyərini birazdan prezidenti fərmanı ilə göstərəcəm. Sonra gəlirik bura, yazıram bura USD deyək ki, adətən dollardan gəlir mal. Gömrük dəyəri birbaşa AZ ilə. Gömrük dəyəri biz elə bilirik ki, Dövlət Gömrük Komitəsi təyin edir. Yox, bunu bizim broker təyin etməlidir. Düzgün, yəni şəffaf, adil və vicdanlı formada belə ifadə olunur da. Gömrük dəyəri çünki biz bunu əslində hər şey düzdürsə bu dolları manata çevirib buraya yazmalıyıq. Amma düz olmur da çox. Misal üçün mən bu alışqanı, qarşıda bu dedim, bu alışqanı xarici Çindən ithal edirəm. Bunu misal üçün orada alıram 20 sentə, 34 qəpiyə. Amma Çinliyə deyirəm ki, Çinliyə. Deyirəm sən Allah ora 10 sent yaz. Ki mən burada gömrüyü aldadım, az pul verim də gömrüyə. Çünki bunun dəyərindən asılıdır. Əsas hissədə bu təsvir edilir. Necə almış? Çin deyir laf yaxşı. Mən ucuz qiymətə yazdım, dövlətin az vergi verəsən, sən bu tərəfdə öz dövləti aldatdı da özün bilərsən. Hə. İndi onun Çinli ailəsi yox. İndi gəlin biz burada demirik dövləti aldadaq. O aldada bilməyəcək. Yəni aldatmaq sahibkarlar da aldadır, amma gömrük 2 gözlü işləyir, 4 gözlü işləyir. İndi gömrük deyir ki, sən qardaş götürmüsən 15.000 dollarlıq ithal eləmisən sənəddə, bu eləyir nə qədər? Deməli 25.500 manat. 25.500 manat. Gömrük deyir bilirsən nə var? 35.500 manat. 10 min artıq. Bu gömrük dəyəri manatdan olacaq həmişə. Bir niyə? Bir səndən qabaq filan kəs gətirir, Parisdə qiyməti budur. İndi siz deyirsiniz ki, gömrük burada atır tutur, belə desək də olur. Elə deyil. Gömrük açıq, gömrük tarifi haqqında qanunu 687 nömrəli qanunla təsdiqlənir. Bunun 12-ci maddəsi var. 12-ci maddədə 6 dənə səlahiyyət verilir gömrüyə. Səlahiyyət yox, usul verilir. Deyir, ay misal deyək ki, mən gömrükdə işləyirəm. Mənə deyir ki, qanun. Deyir eşəm, birinci baxmalı. Sövdələşmə invoice demək. Bir invoice qiymətinə bax, müqayisə elə. Nizam bunu bu qiymətə gətirir. Əvvəlki sahibkarlar neçəyə gətirir? Görürük ki, əvvəlki sahibkar 18.000 dollar yazıb, biz 15.000. Bu şübhə. Bu qüvvədən düşdü. Sonra keçir oxşar mallara, sonra lap oxşar mallara, sonra başlayırlar maya dəyəri hesablamağa. Bunlar sıranı pozmaq olmaz. Birinci bununla başlayırlar. Sonra bu bir dənə 4-5 yerin dəyişmək olar. Arxadan əvvələ, əvvəldən axıra. Çindən bura nizam formalaşır. Bu arxadan əvvələ nizam formalaşır. O tanışıla bilər. Bir də ehtiyat üsulu var. Ehtiyat üsulu deməli içində də bir 5-10 hal var ki, çıxış yolu yoxdur. Ehtiyat formatlar verir gömrüyə dövlətimiz. Bir ehtiyat üsulu var burada. Misal üçün get ixracdakı Çindəki bazardakı qiyməti öyrən. Çin bazarına çıx. Ton səlahiyyət verir. Sonra deyir ki, gömrük ərazisində Azərbaycanda bu istehsal malının istehsalının qiyməti nədir? Müxtəlif yollar verir, gömrük bunu. Sonra kör təbii müəyyən edilən saxta dəyərlər. Burada kör təbii, yəni başqa variant yoxdur. Başqa variant yoxdur, bir qiymət qoyulmalıdır. Yəni yoxsa təzahürata yox edir belə bir şey. Birinci dəfə gözümə satış. Əvvəl yox idi, biz 6 dəfə verdim 7-dən oldu. Ümumi bu formada, bizim söhbət hara gətirir. 35.000 bu qüvvədən düşdü. Bu bizə heç lazım deyil. Demək bu qaldı maya dəyər. Gömrük deyir ki, 35.000-in vergisini verəcəksən. Ola bilsin 35.000 rüsumu, yəni hər şey bundan asılı qalır. Bu hissə isə 35.500 bölünsün 1.70-ə. Hər zaman dollarla. Misal üçün deyirik 16.000 dollar deyir. Misal üçün 16.000 dollar, 16.000 çox idi. 21.000 dollar deyir. Şərt olaraq. Bu dollar ifadəsidir. Bu nə üçün deyəcəm? Eyni şeydir. Bir manat bir dollar. Bunu başa düşdük. Bunu başa düşəndən sonra qayıdırıq əvvələ. Ad valor mexanizminə. Ad valorda gömrük dəyərini hesablanır. Gömrük dəyərinin ya 0%-ni veririk, ya 5%-ni veririk, ya 15%-ni. Bu olur bizim rüsum. Əgər mal valora düşürsə başqa. Hə. İndi biz onu necə biləcəyik, onu deyəcəm. Broker təyin edilib 500 nömrəli qərardan sənədə yazıb sənəddən götürə bilirik. Misal üçün hələ ilkin baxış verərək, burada görürsünüz yazıblar. 15%. 15%. Bu yazıb. İndi mən sizə spesifikin də bəyannaməsini göstərəcəm. İndi tələsməyin. İndi gəlirik burada dəyərli yoldaşlar. Nə edirik? Bizim
advalor mexanizmimizə baxışımız kodla olmalı. Malın kodu ilə. Bəziləri splaşma götürür bütün gömrük dəyərini, aləmi qatır bir-birinə, maya dəyəri hesablayır. Sonra Nizat qayda deyir ki, nə oldu ya Ayşə? Nizat Kimin şirkətində bu hadisənin üzə gəldi. Müdür dedi ki, bu silikon əvvəl nə oldu? Bu xatirlə 1.32-lə hesab edirsən. Sən nə təsəvvürlə savadsan 1.25-dən maya satdın. Mən də isbatladım ki, 1.25-dən olmalı. Çünki mən düzgün hesablamışam və hesabladığımın arkasındayım. Sənədlərlə də əsaslandıra bilirəm də. Maya dəyərində sahibkarı aldadır bu xalqın. Biliksizlikdən deyə bilərik ya da həm biliksizlik ola bilər, həm bəlsizlik ola bilər. Gömrük hesablanan bu olmunda. Sahibkar görür, əslində malın maya dəyəri 1.25-dir. 1.32-dir. O bir bu xalqda 1.25. Bu sahibkar üstündə o tərəfdən itirir, atır mayanı səhv bilir. Qazanmır axı, belə düz olmur da. O qədər əziyyət içindən mal bu 2 ay falan gələcək. Bir də 3 aydan sonra eşən yoxlayanda görür ki, düzgün maya çıxıb, düzgün satılmır. Ziyana satılır. Bu məsələlər var. İndi tələsməyin. Biz kodlaşdırma deyəndə nəyə nəzər tuturuq? Baxırsınız ekrana. Bunları bağlayıram. Bunların üstündən bir qara pərdə sərdərəm. Hələ ki. Bunları bağladım. Siz baxırsınız buna, bir də baxırsınız buna. Bunu da indi saralıram. Kodlaşdırma bizim bu EQAML-dəki kodlardır. Baxın, EQAML-dəki kodlardır. Bu 9 mal ki var, bu hissə. Bu 9 mal eyni çeşiddir. Yəni eyni tərkibdir. Tərkib eynidirsə bir dənə qaymə kodu olacaq da. Gömrük ona görə eyni tərkibli malları bir gözlə görür. Bir dənə gözlə baxır ona. Deyir Eşən, bu 9 malı sən satarsan bu kodla. İndi bunu başa düşdük. Yəni gömrük demək istəyir ki, Eşən, sənin haqq hesabının 9 dənə mal üçün 1 olacaq. Sonra deyir, P adlı mal. P adlı mal bu bir dənə koddur. Bunu mən datadan götürmüşəm, göstərəcəm sizə. Bu hazır götürülür. Sonra deyir ki, bu N ilə Q adlı mal da bir dənə tərkibdir. Deyir, bunun rastlamış durumu başqa olacaq, bu başqa olacaq, bu başqa. Bəlkə bunlar 15%dir, bu 5%dir, bu 0%dir. Ya bunun tonu kiloqramı 1 dollardır, bu 5%dir. Bəlkə bu həm kiloqramdır, həm faizdir. Burada çox məsələ var. Bu xalq götürür, çox vaxt indi belə aşağılama mənasında demirəm, amma belə danışmaq obrazım gün belədir, belə də danışa bilirəm. 5127 manatı bölür kiloya vurur sayı, bir formada çıxardır çox vaxt, 80% hallarda və yaxud bir hesab yazır, bir sözü bölür səhv bölür. Bir malda aşağıda, bir mal ümumi düz çıxardır, ümumi maya dəyəri bir konteyner üçün düzgün çıxardır, amma düzgün bölgü getmir. iPhone-la Samsung-un rastlamış kasının bölgüsü ayrıdır, qiymətləndiriləsi ayrıdır misal. Yəni onu nümunələrə çəkəcəm. Deməli biz buradan başa düşdük ki, ithal üsuluyla ehtiyatlı olmalıyıq. Və bu 5.5%dir. Bu 5-dir, bu da 5-dir. Bəyannamədə yazılıb. Bu 5-dir. Bu hamısı 15 olsa yenə məsələ həll olunmayıb ha. Hamısı 15 olsa, bəlkə indi burada gömrük dəyərləndirməsinə gəldik. Misal üçün mən bunu açıram. Bu lövhəni açıram buradan, belə deyək. Baxın bu birinci maldır, düzdür? Bunu gözüm düzəldim, tələsməyin. Bunu mən bu əsas işin mahiyyəti ithal üsuludur. Başqa məsələ yoxdur. Baxın bu malın invoice dəyəri ümumi toplasam nə qədərdir? 16720 dollar. 16720 dollar. Bu buna gömrük bəlkə 1.7 kap senti ilə dəyərlidir. Qaldırdı dəyəri 2 dəfə. Bunu da heç qaldırmadı. Hə olsun bu 15 olmuş, artıq baza dəyişir. Kök dəyişdi. Bunun neçəyə almışıq fərqi yoxdur. Neçəyə cəlb olunur? Bunun gömrük dəyəri ola bilsin 100% artırılıb, bunun dəyəri 70%. Hə 15 olsun da. Ümumi ithal cəmdə bu rəqəm adil düzgün bölüşdürülməlidir. Yəni bu rəqəmi götürülür hamısı 15. Bir çeşid mal olsa siz deyən ola bilər. Bir çeşid olsa elə böyle sayı qutardı getdi. Bir çeşid olsa gömrük bəyannaməsinə baxmaq lazım. İnvoice-dan bölün getsin. Aydın fikrim. İndi biz bunu başa düşdük. İndi gəlirik bura. Bu oldu bir mal, sonra tələsməyək. Bu bir oldu bir tərkib, belə desək. Üzr istəyirəm. Bizə saniyə üzr istəyirəm bunları rəng deyək. Bu oldu bir tərkib, bu N-lə Q-də oldu bir tərkib. Buna bir başqa rəng verək. Bu oldu bir tərkib. İndi başlayaq. Dəyərləndirməni siz hardan oxuya bilərsiniz? Ondan sonra üsulundan danışmaq olar. Deməli, hansı qrafaları bilməliyik? Gəlirik bura. Qrafalarımız hansı olacaq? Birinci bizə lazımdır qrafa 31, yəni sətir 31 deyə bilərsiniz. Öz dilimizdə belə desək, yəni bəyannamə qrafa 32. Dəyərli yoldaşlar, bir çat hissəsindən fikir bildirin. Geri şart necədir? Yavaş-yavaş danışıram ki, başa düşək. Maya dəyərində riyazi hesablamalarımız qarşılaşır. Siz mənə kimi qarışdırıram mən riyazi. Az yoruluram. Çat hissəsindən fikir bildirin. Geri şart necədir? 32, 33, 42, 45, 47. Çox sağ olun. Davam edək. Qrafa 31, 32, 33. İndi bu qrafaları görürsünüz. 6 qrafa. Neçə kodumuz var? 3 tərkibimiz var. 3 tərkib. Deməli bəyannamədə 6 vur 3 18 dənə qrafalar olacaq. Yəni hər tərkib üçün, hər kod üçün bu qrafalar ayrı-ayrı veriləcək. Hər tərkib üçün bu qrafalar olacaq. Hə, indi gələk. Qraf 31 nədir? Bəyannamədən göstərəcəm. Qraf 31 qısaca malların adı. Ümumi datası genişdir. Hələ ki malların adı kimi görək. Qraf 32 kod sıralaması. Kod sırası yəni 1 2 3 olacaq da bizdə. Kod sırası. Qraf 33 kodun özü. Kodun özü yazıram ki, başa düşün. Kodun özü tələsməyin. Qraf 42 koddakı malların invoice dəyəri. Yəni 9 çeşidli invoice dəyəri. Invoice dəyəri. Qraf 45 koddakı malların gömrük dəyəri. Gömrük dəyəri. Görürsünüz hamısını yaradıblar. Gömrük dəyəri qrafa 47 koddakı malların gömrük ödənişləri. Yəni kod hesablayırıq biz. İTOP bizə lazımdır. Kod tapılır, kod parçalayırıq, kod maliyyə çıxardır. Koddakı malların gömrük ödənişləri. Yəni o 3 ödəniş. Gömrük ödəniş. Bunu başa düşün. İntellekt praktik baxın. Açıq gömrük bəyannaməsi. Bunu biraz kiçildirin. Baxırsınız qrafa bunu bağlamışam kommersiya məqsədləri üçün görünməsin. Baxın qraf 31 budur. Bu teritoriya desək rusca, bu sahə qraf 31. Bu bir yazılı. Birinci kod broker özü sıralayır. Broker istəsə bunu qoyar birinci, bunu qoyar ikinci, bunu qoyar. Bu problem deyil bizim üçün. Adətən invoice sırasına gedir. Yəni özünüz onu analiz edirsiniz, başa düşərsiniz. Qraf 31 başa düşdük. Kodun sırası qraf 33-də kodun özü. Baxın kod. Bu kodun özü. Yəni ümumi baxsaq bizim üzr istəyirəm. Qrafa malın adı, malın sırası, kodun sırası, kodun adı. Mən burada malın adını bağlamışam da göstərmək istəmirəm. Şirkət datası. Burada 9 çeşid mal yazılıb. Bəzən yazılmır, qısaca yazılır, broker, tərəflərə yazılır. Onun yolunu deyəcəm. Tələsməyək. Onun yönünü sizə bildirəcəm. İndi biz bunu başa düşdük. Gəlirik qrafa 42-yə. Qrafa 42 budur. Baxın, invoice dəyəri. Deyir ki, mal 19275 dollardır. Amma deyərsiniz ki, ay müəllim, bayaq başqa summa çıxdı. Deyəcəm indi. Orada cif şərti var, daşıma şərti var, yol pulu da bunun balın üzərinə. Həmişə olmur. Burada ümumi tok nə qədərdir birinci kodda? 16720 dollardır. Amma burada 19552 dollarda yol pulu gəlir. Yol pulu da hesablanacaq deyəcəm. Bu invoice dəyəridir. Qrafa 45-də gömrük dəyəri. Bu şirkətlər sağlam dəyişir. Bunlar fırılda bilmirlər. 19000 gömrük vurub 170 ilə olduğu kimi hesablayır. Görürsüz? Aydındır. Bax çünki aşağıda statistik dəyərlə invoice eyni dollardır. Yəni eyni statistik dollar eyni şeydir. Bu da manat versiyasıdır. Deməli buradan diqqətlə baxırıq. Bu 42-dir, bu 45-dir. Buradan gəlirəm indi. Malın adı, malların adı, koddakı malların adı, kodun sırası, kodun nömrəsi özü, malın invoice dəyəri, malın gömrük dəyəri, yəni 47 tələsmə. Bu belə. Bunları başa düşdük. İndi bu əsas vərəqdir. Yerləşən bu əsas vərəqdə bir dənə kodun datası olur. Əsas vərəqin düsturu nədir? Ümumi data, misal üçün 13 nömrə rastlamış pulu, maşının nömrəsi, nə bilim filan ölkə, filan ümumidir. Bir də baza yer qalıb birinci kodun datası verir. Bu birinci kodun datası. Sonra keçirik növbəti vərəqə açılır. Bu hər vərəqdə üst kod yerləşir. Baxın bu bir dənə 31. Bax bu datanı görürsünüz. Bax bura kimi. Bu ikinci kod. Bu niyə belə oldu bizə saniyə? Bu ikinci koddur, olmadı. Başlayın. Hə bu da. Bu ikinci koddur. Yəni 31, 32, 33, 42, 45, aydındır mı? Hamısı burdadır. Ümumi verir. Burada nə qədər yazıb ki, Elşən 957 dollar.
957 dolar invoice'dur. Biz baxaq burada 12 dolar yox, 945 dolardır. 12 dolar da aşağıda yokluq vermişəm ikinci kod üçün. 957 dolar düzən. Sonra dedim yekunlaşdırıram. Bir də aşağı keçirəm, aşağıda bu 31 görürsünüzmü? Buradan bir data getdi. Buradan bir dənə 31 başlayır. Gözün elə bunu tapa bilmir. Hə, bu bir dənə 31 görürsünüzmü? Bax, bu da ikinci kod, üçüncü kod. Bizim siyahıda üçüncü kod. Burada deyil, bu ikinci kodun ərazisidir, bu üçüncü kod. Bunun ümumi başa düşdük. Amma onun adı da burada qalıb. Bunun ümumi başa düşdük. İndi gələk biz hələ rüsum hesablıyıq. Bir dənə də vacib məsələ var burada. Qrafa 38-i demək. Qrafa 38 malın çəkisi. Malın qablaşdırılması olmadan artıq kalkuladan çıxan çəkisi, netto çəkisi. Netto çəki. Bu bizə lazımdır da belə deyək. Bu da qraf 38-dədir. Misal üçün gələk burada əsas vərəqə qraf 38 9097 kiloqram. Buradan baxıram, toplayıram. Nə qədərdir? Kiloqram budur. 9097 kilo. Bunu da bizə invoice verirlər, pərk istəyirlər. Bunu kopyalamışıq bura. Bu da bizə lazım olacaq. İndi başlayaq. Gömrük dəyərini, gömrük dəyəri hazır vermişəm. Bu iş asan. Sadəcə burada görün nə qaldı danışmağa, bircə saniyə dəyərli olacaq. Hə, bu advalorun gəldiğini hesablayaq. Birinci kod üçün hesablayıram. Gömrük ümumi çıxardıram. Elə malın üzərində bölüşdürmürəm. Advalorda belə olacaq. Deyir ki, gömrük dəyəri nə qədərdir qardaş? Deyirəm ki, gömrük dəyəri birinci kodda 32768 35. Götürürəm misal üçün birinci kod üçün yazıram. Vururam 15%. Niyə 15%? Çünki bəyannamə mənə göstərir ki, aşağıda 15%-ni hesablam. Okay. 15%-ə vurub 4915 manat 25 qəpik. 4900, deməli 4915 manat 25 qəpik. Deyəsən belə oldu. Bir də baxın. 4910 hə. Sonra düşən əlavə vərəqələrə baxaq. Bax diqqətlə baxırıq, diqqətlə. Bax bu ikinci koddur, düzdür? Gömrük dəyəri nə qədərdir? 1626 manat 90 qəpik. İkinci kodda 1626, üçüncü kodda 2609. Əlavə vərəqənin yekun ödənişləri aşağıda da qeyd edilir. Burada, bu hissədə. Baxın burada deyir 1626-ı 5%-ə vurmuşam 81 manat. 2609-u 5%-ə vurmuşam 130 manat. Bu da onun ödənişləri. Yəni biz 1626-90-ı götürürük burada. Aşağıda yazırıq ki, vurulsun 5%-ə. 5%-ə tələsmir. 2609-50-ni də vururuq 5%-ə ayrı-ayrı. Yenə toplama olmaz, icazə yoxdur toplama. Tələsməyin, bunu da dəqiq baxaq. 2609-50 130 48 81 30-dur. 130 48 81 30-dur. 81 30-dur. Bu üç ödənişi cəmləyəndə bu üç ödənişi. Ümumi baza burada. Əsas vərəqdə bu rəqəm. 5127 manat ümumi baza burada. Amma hər kod üçün ayrı. İndi biz götürməliyik nə etməliyik? Bu ödənişlər bunlardır. 4915-i bu 9 manat parçalamalıyıq. 81 manatı bu bir dənə mala, 130 manatı bu iki dənə mala. İndi bunu necə parçalayacağıq? Bu lap qəliz məsələdir. İndi ondan danışaq. Bunları danışandan sonra vergi məcəlləsini və prezidentin tələbləri təqdim mayaya onu danışacağam. İki dənə sənəd düzləşdiriləcək. İki kateqoriya sənəd düzləşdiriləcək. Ortaq nəticəyə gəlib istifadə edəcək. Məsələdə ümumi verilib prezidentimiz detalları verir ki, maya gəlib belə hesab. Fərman verir ondan. İndi mən mayanı buradan hansı məntiqlə bölüşdürəcəm? Deməli burada birinci sual mayanı hesablamaq deyil. Gömrük dəyərini Dövlət Gömrük Komitəsi necə təsdiqlədi? Gəlin bunun şifahi izahına toxunum. Belə dərsin xətri üçün belə desək. Mən həftənin biri gömrük şirkəti gömrük əlaqə saxladım, bir də dəqiqləşdirdim. Gömrük dəyişikliyi var yoxsa məsələ dəqiq məlumat verin də. Baxın yanaşmalar fərqli olar. Misal üçün. Yəni sırf söhbət gedir burada gömrük dəyəri necə hesablanır? Gömrük dəyəri. Çünki advalor gömrük dəyərindən asılıdır. Gömrük deyir ki, misal üçün sən qardaş gətirmisən xaricdən parafin, İrandan parafin gətirənlər var. Şam istehsalı xammal. Gömrük deyir ki, mən bunun neçə kiloqramdır? Deyirəm parafin 20.000 kiloqram. Gömrük deyir ki, bunun dəyəri statistik. Statistik dəyər yəni xarici bazardakı qiymət statusunda dollarla verilir. Belə deyir. Deyir bunu kiloqramını 2 dollardan hesabla. Gömrük hesablayır. Mən bunu isbat edə bilərəm birazdan. Tələsmə 2 dollardan. Deyir yəni kiloqramına 2 dollar və yaxud kiloqramına 3 manat 40 qəpik. Statistik dəyərindən 2 dollar, gömrük dəyərindən 3 manat 40 qəpik. Deməli məsələ bağlandı kiloqrama. Bu parafin kisələrdə gəlir. Bu köhnə kisələr oldu. Vaxtı rayonda mən yaşamışam. Evin altında o babadan mənim bəzən ev əşyaları o paslanmış, tozlanmış kisələr o kisələrdə gəlir adamlar. Bu deməli burada kiloqram yanaşması edir gömrük. Amma kiloqrama qiymət qoyub ümumi dəyəri çıxardı. Bunun dəyəri 68000 manat. Düzdür, dəyərli olar. Deməli gömrük dəyəri 68000 manat olacaq. 20 kiloqram 3 manat 40 qəpik. Amma avadanlıq gətirsəz məsələn avadanlıqda kiloqram olmur. Avadanlıqda qiymət qoyur. Bu neçəyədir? Bunun tərkibi rol oynanan. Parafin standartında bir iki tərkibi var. Belə yağlılığı var və digər hissəsi var. Deyir məsələn Türkiyədən avadanlıq gəlir. Birbaşa siyasi sıxılır Türkiyədə. Çox vaxt belə olur. Öz zamanlar QR koddan gəlir avadanlıqlar. Və gömrük əməkdaşı telefonla vurub gömrük əşiyi. Oradakı qiymət nədirsə olur. Misal iPhone gətirirsiniz Apple saytına baxacaq. Bu tip məsələlər. Onda avadanlığa baxır saytdan bir 30.000 dollar, sən sənədə 20 yazırsan bu yalan. 30.000 dollar 51.000 manat gömrük dəyəri. Müxtəlif formatlar var. Sonra Çindən paltarlar gəlir, üzr istəyirəm. Üst paltarlar, digər paltar növləri kiloqramla hesablanır. Misal üçün tərkibinə görə. Misal üçün mən elə məlumat verirəm son məlumatdan. Mən gömrüyü bilsəm də gömrüyün mütəxəssisi deyiləm. Yəni brokerlər daha yaxşı. Kətan paltar, pambıq paltar misal üçün, nə bilim sintetik paltar və gömrük ekspertizə verir, görür ki, kətandır. Bunun tələsiyə 1 ton. 1 ton 1000 kiloqram, kiloqram 3 dollar. Misal üçün at geyimləri 7 dollardır misal üçün. Dünən verilən məlumat deyirəm. Mən detallı soruşdum 7 dollar. 1 kiloqram ümumi gəlir də, ümumi sintetik mallar gəlir. Qoyun tələsiyə 7 dollardır. 1 kilo paltara 7 dollar alır. 10 manat 50 qəpik. İndi üzr istəyirəm. Bir dənə corab gətiririk deyə geyimdə üst geyimi corab. 1 dollar isə corab olur. 100 dənə corab. 10 manata keçir gömrük. Yox gömrük oturacaq orada bir corab sayacaq, metrlə tutacaq orada parça olacaq elə deyil. Tərəzi ilə hesablayırlar çox vaxt. Aydındır? Adətən kilo olur. Bizim bu məsələmizdə kiloya əsaslanır. Çünki xam mal versiyası kimi deyək, adətən belə olur. Ya da hazır məhsul kimi. İndi ümumi qaydalıq məsələmizə və mən sizə deyirəm ki, burada kiloqram söhbəti olacaq. Gəlin biz tapaq. Standart yazılmır, gömrük bəyannaməsinə yazılır, özünüz tapın. Mən hesablayıram ki, burada belə bir hesablama gedir. Bu birinci kodun datasıdır. Bu birinci koddur. Bu ikinci koddur. Bu üçüncü koddur. İdxal rüsumu. Okey, bunları tapdıq. Baxın datanı sizə göstərim. Bax böyüdürəm bunu. İdxal rüsumu 15%. Bəyannamədən götürdük. Kod burada lazım deyil, ümumi yazmışam. Gömrük dəyəri 32000 manat. Hardan götürdüm? Qrafa 45-dən. 32000 manat olacaq bu. Gömrük dəyəri bu. Sonra gəlirik burada üzr istəyirəm. O bir spesifik falan qalıb bunları deyəcəm. Əsas məsələ budur. Kiloqram 9097. Bax belə yazmışsınız üçün. Bu olacaq qrafa 47. Bu olacaq kod qrafa 33. Bu olacaq qrafa 45. Bu olacaq az öncə danışdıq. Qrafa 38. Bu olacaq qrafa bu da 47-nin içindədir. Bu yoxdur. Bunu özümüz hesablayırıq. Necə hesablayırıq? Ondan danışaq. Necə hesablayırıq? Ondan danışaq. Bir də saniyə tələsməyək. Bunu səliqəyə salım ki, gözünüz yorulmasın. Bir xəttə gətirin burada. Mənbəni deyirəm. Yəni oradan baxıb götürə bilərsiniz. Hər kod üzrə. İndi kod üzrə yanaşmanı başa düşənlər başa düşüb əlavə edib başqa yanaşma eləyəcək. İndi götürürəm 1 kiloqramın rüsumunu tapmaq üçün 32000 dəyər var. Bölürəm 9097-yə kiloya. 1 kilosuna deməli gömrük 3 manat 60 qəpik qiymət qoyur. Dərəcədə 15%-dir. Biz 60 vururam 15%-ə 54 qəpik. Deməli mənim ithal elədiyim birinci koddakı 9 çeşid malın kilosuna 54 qəpik pul alır. Bunu başa düşdük. 1 kilosu 54 qəpik belə hesablar. Bu 54 qəpiyi götürürəm. Gəlirəm Excel-ə. Məsələ bitdi. Burada iri ithal rüsumu bərabərdir. Bizdə bir ədədin kiloqramı budur. 6 kilo 770 qram. Vururam bunu 54 qəpiyə. Üzr istəyirəm. Deməli burada. Vururam bunu 54 qəpiyə enter edirəm. 3 manat çəkirəm aşağı. Çəkdim hesabladı. Düzdür. İndi tələsməyək. Bunu isbatlayım görün düzdür yoxsa yox. Biz bir ədədini üstü tapdıq. İndi burada şərti yazıram. 52 ədəddir. Vururam 65-ə enter edirəm. Çəkirəm aşağı. Axıra kimi çəkir. Buradan da bir sum verirəm. Ümumi hesabladım ki
4915 manat 25 qəpik bölüşdürdük. Düzdür. Yəni bu gömrük bəyannaməsində baxıram mən 4915 manat. Çünki brokerdən məlumat almışam ki, kiloya vurdu. Deyəcəm. Elə malda məsəl üçün indi deyəcəm bitirmədi. Onu mən zaten oxuya bilirəm, amma bunu kiloqramla rahat hesab edirəm. Aydındır ki, bu formada parçaladım. Bu birinci malım, bunu silirəm, bizə lazım deyil. Birinci malın ithal rüsumunu bölüşdürdük. Keçək ikinci mala. İkinci yenə bir daha təkrar edirəm. Ümumi əgər məhsulun dəyərləndirilməsi kiloqrama görə olursa, tərəziyə qoyub qiymət çox tərəziyə qoyub 1 ton, 20 ton, deyir 1.70 dollar. 2 manat 89 qəpik misal üçün. 1.80 dollar, 3 manat 6 qəpik misal üçün. Aydındır? İndi burada ümumi yığım gömrük dəyərində, yəni qraf 45-i bölürəm qraf 38-ə kiloya 1 kilonun payını çıxardıram. Yəni siz zaten 32 min yenə 15% vuranda ümumi 4500 eləyəcək. Amma biz burada kilo parçaladıq. Bunu keçək ikinci mala. İkinci malda da eyni məsələdir. Deməli malın bunu qoy açaq burada, bu hissəni açaq. Bunu bir tam bitirək, axırda yoxlayaq. Peki məsələdir axırda çox bir neçə alqoritmə yoxlamaq lazım. 1 kiloqram üçün 1626 manat 90 qəpik, qraf 45 gömrük dəyəri. Bölünsün 34 kilo maldır. Qraf 38 bərabərdir 47 manat 85 qəpik. Gömrük P malına P malı. Yəni bu mal müstəqil mal kimi gəlir. Bir dənə çeşid deyil, bir dənə tərkibdir. Yəni bu P adlı mal ümumi olaraq bir ədədinin 3 ədədli bir gözünə 34 kiloqramda 1 kilosu 47 manat qoyulub deyirəm. 5% rüsum dərəcəsi 2 manat 39 qəpik. Bu tarixə getdi. Burada görsən. Bunu digərini bunu hesablayaq. Götürürəm 2 manat 39 qəpik. Burada bu P malı üçün hesablayıram. Bunu belə sayı da bölə bilərik ya. İstəyirsiniz? Burada rüsum nə qədərdir? 80 manat idi. Düzdür, bir də baxaq. Ümumi rüsumu burada verməmişəm. 80 manat. 80-dən 3-ə bölsək olar. Çünki bir dənə çeşiddir, amma biz qaydamızdan gedir. Bərabərdir. Bir ədədin kiloqramı 11 kilo 33 qram. Hesabladım 27 manat 15 qəpik. Yəni aşağıdan hesab 3 ədəddir. 3 burada 81 manat edir. Ədədi burada var. Aydındır? Keçək növbəti mala, sonra fasiləsi var. Növbəti mala baxaq. Yol pulunu izah edəcəm sonra. Yol pulu rahat. Burada kilometr gedir. Burada da gömrük dəyəri 2069 manat. Ya burada səhv eləmişəm. Bir dənə də səhv getdi. Yarım saat atlamışam. Burada 2069, burada 2069 bu səhvdir. 2000 belə hesablanmalıdır. Bu rəqəmlər səhvdir. Bunları düzəldim qoyub. Deməli gömrük dəyəri bölünsün. Gömrük dəyəri bölünsün malın kiloqramına. Deməli 163 oldu. 2609.50 manat bölünsün 163-ə. Böyle 16 dollar. 16 manat. Bu səhv. Gözləyin. 16.009 20 25. Vurulsun 5%. Bu 80 qəpik eləmir. Gözləyin. Vurulsun 5%. 80 qəpikdir. Bu da səhv. Gözləyin. Tələsməyək. Deməli 80.00460 120. 1 kiloqramın rüsumu bu qədər hesablandı. 1 kiloqramın rüsumunun axırıncı mal üçün. Yəni bu da iki çeşid. Bərabərdir. Bir ədədin kiloqramı 15 kilo. 15 kilo vurulsun buna. Bunu da çəkirəm aşağı. Ümumi alqoritmi gəlin hesablayaq. Burada bir hesablayaq. Tələsməyin bərabərdir. Ədəd vurulsun bir ədədin rüsumuna. Çəkək axıra kimi. Axıra kimi çəkdik. Gəlin indi buna bir son verək burada. Görək bəyannamənin əsas rüsumu yanlış yoxsa yoxsa. 5127 manat. Gəlirəm bəyannaməyə. Bəli, 5127 manat düzgün hesablanır. Amma bu demək deyil, bunu düzəldim sual əsas mahiyyəti düz getməlidir. Belə yalanlar özümüzü aldada bilərik, amma aldaqmır. İndi burada mən başqa bir məsələyə toxunum. Bunu danışılan ithal rüsumunun müzakirəsini bağlayırıq. Axırda bir də maya dəyərini hesablayarkən toxunacağıq. Deməli dəyərli dostlar, fikirləşin ki, gəlin bunu bir də isbatlayaq ki, bir də bu səhvləri demirəm məsələn mən belə danışıram. Belə səhv eləmirsiniz. Yəni səhv eləyənlər eləməsinlər. Yəni ehtiyat olsunlar. Deyək ki, əlimdə 2 mobil telefon var, biri bahalıdır, biri ucuzdur, belə deyək. Onu oynamır, mən eyni qiymət qoyacağam. Biri iPhone-dur, biri Samsung-dur. Biri deyək ki, ikisi də alınır 1000 dollar. Xaricdən gətirirəm, hərəsindən 1000 ədəd. 1000 ədəd ithal edirəm. 1000 dollar eyni qiymətli invoice dəyər. Bunu qoyuram qırağa. İndi gəlirəm bura, yazıram bura. Yazıram. iPhone gözünü bunu yazar bura. Səhv yazdım gözünü. Deməli iPhone yazırıq bura dəyərli dostlar. Burada da Samsung yazırıq. Hərəsində öz dili ilə yazar Samsung. Marka deyək misal üçün deyək ki, iPhone 14 misal üçün. Bunu da deyək nə bilim, nəsə 24. Bunu da bir az qoyaq. Nəsə 24. Gəlirəm bura 1000 ədəd. Bunu başa düşürsüz? Bu da 1000 ədəd. Bu sizə şübhə olmayacaq başınız işimizə. 1000 ədəddə invoice dəyəri 1000 dollardır. Yəni 1700 manat. Xaricə nə qədər ödənilir? 1 milyon 700 min. Bu deyil. 2 milyon 2 milyon dollar ödəniləcək. Belə sıxır, düzdür? Bu da belə. Ümumi gözlə 3 dənə sıra 1 milyon 700 min. Gömrük nə qiymət qoyur? Baxın burada nə deyir? Qrafa 42-dir bu, invoice dəyəri bu da qrafa 42. İndi keçək 20 deyir, 42. Bunu yazdım. Gömrük dəyəri necə olacaq? Gəlin. Gömrük deyir ki, bilirsən nə var? Gəlin bunun kopyasını yazın. Deyirəm. Elə deyil, elə deyil. Bax, deyir belə. Deyir qrafa 45 belə olacaq. Misal üçün də. Deyir mən bunu 1700-dən götürürəm. Mən bunu götürürəm 2500 manat. Yaxşı. Amma deyir bunu götürürəm 2200 manatdan. Düzdür. İndi gömrük dəyəri nəyə hesablanacaq? Bunun ikisi də 15%-dir. Bu 2 milyon bir ədədi üçün 2500-ü biz 15%-ə vursaq, 15%-dən gəlsə telefonun nə qədər edir bu? 150, 300, 375 manat bu edir. Bir ədədini ithal rüsumu. Yəni bunun da rüsumu edir 330 manat. 2200 vurulsun 15% olsa bu edir 330 manat. Bu xatırlar götürüb nə edir? Götürüb hamısı cəmi olacaq burada. Deməli bu edir 375 min rüsum 1000 ədəddir. 375 min bu edir. Tələsməyə 375 min bu edir. 330 min bu. Ümumilikdə rüsum nə qədərdir? Rüsum 705 min manat edir içincə. Götürüb bunu bölür 2000-ə, 2000-ə bölüb mayanı saya bölür. Bunun mayanı səhv olmaz. Çünki gömrük birliyi varsa düz olacaq. Yəni maya olmaz. 2.5%-dir. Gömrük dəyərləndirilməsi fərqli olur. O qətiyyən olmaz. İndi bunu hesablayaq. 7000, 705 min bölünsün 2000. Bu elədir 352 manat. Ortalama verir. Bu səhv olur. Deməli iPhone qiymətində sahibkarı aldadırıq. Ucuz deyirik, bunu baha deyirik. Bu təsir edəcək. İndi dəyərli yoldaşlar, fasiləyə gedək. Fasiləyə gedək. Amma sualınız varsa soruşun sonra. Sırf bu hissədə əlavə sual yaratmaya bilər ki, xahiş edirəm. Mövzu qəlizdir, çətindir, maraqlı eləməyə çalışırıq. Formatı dəyişmir. Axırda sual-cavab məclisi eləyərik, vaxtımız var. Sual varmı? Qaranlıq kimə qalsa soruşsun. Kim başa düşmüş? Mən olsam soruşaram yəni. Çəkinmədən soruşaram ki, öyrənim də. Əgər kiməsə qaranlıq qalsa soruşun. Səsi qaça bilərsiniz, sözlə də yaza bilərsiniz. Yəni bu fərqi yarada bilərsinizmi? Bunu başa düşün. 2000 hansı qrafda yazılır? Hə. Və Nərmin xanım deyir ki, 2500 və 2300 hansı qrafda yazılır? Qəşəng sual. Nərmin xanım. Demək tələsməyin. Baxın bu qrafa 45 vermişəm. Bunlar adlı fərqli kodların tərkib olduğu üçün, yəni qiymətləndirmə fərqli olduğu üçün deyək. Deyək bu iPhone deyil, bu Samsung başqa bir məhsuldur məsəl üçün. Bu qrafa 45-də olacaq. Qrafa 45-də yazılacaq. Bunu silirəm. Bu yox, bunu silirəm, bunu da silirəm. Qrafa 45-də yazılacaq 2 milyon yarım, gömrük kodu üzrə. Bunda 2 milyon 200 min. Qrafa 45-də, yəni burada. Birinci yazılacaq deyək ki, əlavə vərəqlə danışsaq. Baxın burada yazılacaq. Qrafa 45-in sonunda bu hissədə. Bu hissədə yazılacaq 2 milyon yarım, bu hissədə yazılacaq, bu birində yazılacaq 2 milyon 200 min. Aşağıda da göstərəcək ki, 2 milyon 200 min vurulsun 15%, 2 milyon 500 vurulsun 15%. Birinə yazılacaq summalar nə oldu? Birinə yazılacaq ümumi 300 neçə min, vurulsun birində 300 neçə min. Hə, budur, yəni ki aydın oldu. Bu sətirləri mütləq bilin, sətirlər önəmlidir. Sual yoxdur yoldaşlar. Gedişat necədir? Dərsdən razısınız? Faydalılıq dərəcəsi nə yerdədir? Nicat sualın varmı Nicat? Nicat müəllimdir, bizim Nicat müəllim. Başqa Nicatlar varsa onları da cavab verin. Hə, Nicat başa düşdün mahiyyəti, yəni bundan sonra içindən gələn malların işi sən eləməyəsən bunlar. Hə, əla. Hə, əla. Super.
Ya da ikimiz də eləyərik, birimiz yox, aradan səhv edir texniki. 2 nəfər eləmək daha yaxşı. Yaxşı yoldaşlar. Çıxaq 5 dəqiqəlik fasiləyə icazənizlə. Siz də fasilədə də suallarınızı dəqiqləşdirə bilərsiniz. Saat 5 dəqiqədən sonra ekran qarşısında zəhmət olmasa. Allah sizdən razı olsun ki, buyurun, sual varsa buyurun. Səs gəldi. Səs gəldi. Çıxır fasilə, 5 dəqiqəlik fasilə. Gömrük dəyərinin heç bir rolu yoxdur. Gömrük dəyərinin rolu var, səsimi rahat eşidirsiniz. Biz bir rusumundan danışdıq, ad valordan danışdıq. Bu ad valor idi. İndi biz hamısından danışaq, ad valordan iş bitmir. Ümumi olaraq bunlardan ayrılaq. Bircə saniyə burada deməli, okey. Ad valordan danışdıq, indi spesifikdən danışırıq. Spesifik nə? Spesifikdə gömrük dəyərinin heç bir rolu yoxdur. Gömrük dəyərinin rolu var, ədəbiyyat hesablamaq üçün, amma rüsumda yox. Səsimi eşidə bilirsiniz də, düzdür. Spesifikdə ölçü vahidinə gedəcək. Misal üçün nümunə çəkə bilərik, su, doğrudan. Misal üçün səhv etmirəmsə Fransa, saç səsindən fikir bildirin, səs eşidilirmi? Bir dənə özümüzdə danışaram. Hə, eşidilir. Misal üçün Evian markası var, su. Evian markası var, su. Bu Azərbaycanda satılır. Ən bahalı su olmalıdır. Görün hələ Evian su çıxırmı burada? Evian hər şişə su. Görün hələ burada göstərə bilirəm. Bu ən bahalı suların şüşələri lap bahalıdır. Bu sular Avropadan gəlir, olsun, fərqi yoxdur. Yəni Red Bull da yəni su gözü ilə baxılır, ümumi belə baxanda. Yəni bu məhsulların litrinə hesablanır 30 sent. 30 sent. 500 nömrəli qərarda yazılıb. Red Bull özü olsun. Məsələn, mən sizə rəsmi sənəd də göstərə bilərəm. Rəsmi sənəddən baxaq, başqa bir gömrük bəyannaməsindən. Deməli, bu milyonluq bir ixaldır, ümumi buradan göstərim sizə. Baxın burada yazıb ki 21.384 kiloqram. Litr dedim kiloqramla vurulur. 30 dollar, yəni 0.30 sent. Aydınmı? İndi Red Bull yerə qoyarsa tərəziyə, bir Red Bull neçə qramdır, standart onu bunları nisbətlə bölməlisiniz. Bu cürə maya dəyərini əlavə edilir. Bu məsələlər var. Ümumi olaraq bu məsələ. Və yaxud qızıl gül. Qızıl gül 2 oynandı. Mən elə bilirəm o vaxt elə öyrənmişdik. Dəyiş məlumat bu. Kiloqramda 1 dollar. Gələ biz baxaq görək 1 kilo qızıl gül neçə qramdır. Həmin rüsumu üzərinə əlavə edilir. Orada düzgün çox getməlidir. Bir qızıl gülləri tərəziyə qoymaq belə düzgün mexanizm deyil, amma ola bilsin ki, düzgün soda falan varsa onu da edə bilər. Bir dənə qızıl gül ola bilər, bir dənə ola bilər və sair filan. Qərənfil qızıl gül. Spesifik budur. Bir də var, yazıram bura ölçüyə görə. Ölçü vahidi üzrə hesablanır, vahidi üzrə. Sonra gəlir bu kombinəyə misal çəkə bilərəm. Taxta, hansı taxta? Rusiyadan gələn taxta yox. Rusiyadan da gələr, o nöqtə. Bu adətən tropik ərazilərdən gəlir, bu Afrikadan gəlir, Braziliyadan gəlir. Bu hovuzların qırağına taxtaya vurulur ki, su dəyərdə sürməsin də. Və yaxud evlərə fasad, bahalı villalarda fasad. Bahalı villa niyə görə deyirəm? Çünki bu taxtanın kubu 6-7 min manatdır. Bir kubu. Rus taxtasından 12-13 dəfə bahadır. Bunlarda necə? Bir taxta, neçəyə almışam burada? Deyirəm ki, taxtanı almışam, kubunu 2000 dollara. Misal üçün 2000 dollara almışam. Gömrük deyir ki, bunun gömrük dəyəri 6000 manat, 6000 qoy dəyər. Deyir 6000-in 5%. 65-in nə qədər edir? 300 manat edir, düzdür? 300 manat deyir bunun rüsumu. 300 manat bunun rüsumu. Üstə gəl 1000 dollar. Yəni bu oldu. Ad valor bu oldu spesifik. Kubundan 1000 dollar. 2000 manat. 2000 dollar 3400 edir. Bu da 2000 manat. Maya keçdi 5400. 1000 manata xeyir qoyarsa 6400 satacaq. Misal üçün o qədər yol gəlir. 20% qoymalı düzə. Aydındır ki, yəni bu kombinə budur. Yəni biraz çətin olur deyə. İkisini də qoyurlar ortalama formatında gedir ki, Afrikadan gəlir. Oturub bir Afrikaya çıxmaq olmur da. Adətən uzaq yerlərdən gələn məhsul. Afrika bizim siqazımız demək olar ki, çətin olur. Yəni, bu ümumi mənada bəzi kateqoriyamalar var ki, standart bilindik hansı ölkədən gəlir, ona uyğun təyin. Biz rüsumu bildik, bu formada bölüşdürəcəksiniz. Keçək indi biz düz məcəllələrdən addım atırdıq. Məcəllələrlə addım atırdıq. 1.017. Vergilər qaldı. Vergilərə tələsmə. Yol pulu məsələsinə gələk. Yol pulu da malların maya dəyərini əlavə etdi. Burada broker bizə siyahı verir ki, deyəcəm, birinci malın yol xərci, bu cədvəldir. Birinci malın yol xərci 2552 dollar, ikinci malda 12 dollar, üçüncü malda 55 dollar. Ümumi mexanizm belə gedir. Düzdür, kiloqramla olsaydı, kiloqramla biraz səsməncə düz gəldi, ya da kiloqramla. Biz ümumi bunu yolumuz yöntəmimiz necə? Əgər daşıyıcı şirkət yol pulunu necə hesablayır? Yolun uzunluğuna görə, məhsulun kiloqramına görə, tutduğu yerə görə konkret alqoritm verirsə, ona uyğun məntiqi olaraq malın maya dəyərini hesablamaq lazım. Misal üçün, deyək ki, hesablanır kiloqramına görə. Yaxşı, gəlirik bura, bu hesab yol xərci. Birinci mal kodu üzrə 2552 dollar, 1.70-dən 4038 manat. Mal 9097 kiloqram. 9097-ni 4000-i bölürəm 9097-yə 47 qəpik yol pulu. İdxal rüsumu necə bu elə? İndi gəlirəm burada yol pulu hissəsində bircə saniyə. Baxın burada gətirilmə xərci var. Burada. Gətirilmə xərci kiloqrama hesablayacağam. Bircə saniyə kiçildək. Ay maşallah. Hə, düzəldi. Baxın gətirilmə xərci burada götürürəm bərabərdir 1 kiloqramına görə hesablayıram vurulsun bu qiymətə. 3 manat 23 qəpik birinci mal olsun. Bu standart gətirmə fərqi veriblər. İkinci malda 12 dollar. 12 dolları götürürəm ikinci malın kiloqramına bölürəm. 12 20 manat 40 qəpik. Yol pulu 12 dollar bölürəm 34 kiloqrama 60 qəpik. Yəni bu malda 60 qəpik. Bir dənə mal olduğu üçün bura bir dənə mal olduğu üçün yaza bilmirik. Kiloqramla vurmalıyıq. Kiloqram vurulsun 0.60 qəpik. 6 manat 80 qəpik yol pulu. Axırda hesab yazırıq. Üçüncü mala baxırıq. Üçüncü malda məsələ 163 kilodur, 55 dollar. 93 manat bölürəm 163 kiloya 57 qəpik yol pulu hesablanır. 57 qəpik yol pulu hesablanır. Bunu da götürürəm. Bir ədədi burada neçə kiloqramda 15 kilo vurulsun bu məsələyə çəkirik aşağı. Görün bunu düzmə hesabladıq. İndi topu çıxardarıq. Görə yol pulu düzmə çıxartdıq. Rəsmi. Bir əqrada burada şablon hissə açaq müvəqqəti. Götürək saya bura. 52 ədəd vurulsun yol pulu. Çəkək aşağı görək nə çıxardı. Bu düzünə verir. Buna fikir verməyin. Ümumi bir dənə avtosan verək. Avtosanı verdik. 4452 manat 30 qəpik. Bunların cəmi 4452 manat 30 qəpik.
Düzdür. Yol pulunu düzgün bölüşdürmüş. Əgər kiloqrama hesablanırsa düzgün. Metrə olsa metrəyə bölərsiniz misal. Amma elə deyil. Biz kiloqram olur adətən. Misal üçün biz Gürcüstandan turba gətiririk, Gürcüstandan qofralı dolu qarmışqa. Qarmışqanın tərkibi bəllidir, standart tərkibdir. Bir-birinin içində gəlir. 500-lük, 400-lük, bir-biri içində tıxıyırlar, konteynerdə gəlir. Biz orada artıq maya dəyərini hesablamaq çətindir. Biz götürüb necə hesablayırıq yol xərcini? 6 metrəlik turbaların kilogramını istəyirik, packing listə. Deyir özümüz də lazım olsa tərəziyə qoyuruq. 6 metrəlik 500-lük turbanın misal üçün 70 kilo. 400-lük turba 60 kilo. Artıq onun kilosuna vurulur. Bunu elə maya dəyəri hesablayırıq. Aydındır? Yəni burada artıq tərəziyə də lazım olur, dəqiq hesablamaq lazım. Lazım olanda sahibkardan tələb edir. Biz deməli ixal rüsumunu böldük, gətirmə xərcini böldük. Bir dənə qaldı gömrük yığımı. Bu şirkətdə budur. Rəsmiləşdirmə gömrük gözüm bizə də gəl. Bu nədir? Bu nədir? Rəsmiləşdirmə. Gətirmə ixal rüsumu, gətirmə xərci. Bunu nə yazmışam bura? Yazmaq lazımdır. Rəsmiləşdirmə yığımı. Baxarıq, nəsə burada əlavə qeydiyyat, bunu artırmışam qalıb. Rəsmiləşdirmə yığımı. Rəsmiləşdirmə yığımı necə olacaq? Yəni 240 manat. Buradakı 240 manat birinci yenə bilməliyik ki, baza necə yaranır? Baza belədir. Ümumi olaraq 168 nömrəli qərarda yazılıb ki, 168 nömrəli qərarda yazılıb ki, dəyərli yoldaşlar. Malın gömrük dəyəri 10.000 manatdan 50.000 manata kimi verirsə 120 manat, iş vaxtından kənar olursa 2 qat 240 manat. Bizdəki 240 manat odur. Bizdə ümumi gömrük dəyəri 37.000. Yəni ümumi gömrük dəyəri burdadır. Ümumi gömrük dəyəri 12-ci qrafdadır. Üçünün dəyəri 37.000. 37.000 240 manat amma bölüşdürmək adil olmur da biz bunu məsləhətləşmişik deyirlər invoice dəyəri məntiqi ilə hesablayırıq. Invoice dəyəri məntiqi ilə. Biz indi bunu necə hesablayacağıq? Kod 1-dəki mallar, kod 2-dəki mallar, kod 3-dəki mallar. Gələk burada invoice dəyərlərini götürək. Ümumi hesablayırıq. Birinci koddakı ümumi invoice dəyəri bizdə budur. Dollardan hesablayırıq 16.723.50. Bu belə götürə bilərsiniz. 16.000 belə götürməyə tələsməyin. 16.000 buna ehtiyac yoxdur. Ümumi invoice dəyəri lazımdır bizə. Ümumi invoice dəyəri. Ümumi hamısını götürürük bu qəsə edirik. 19.148.50. Onu yazıram bura deməli. Tələsməyək. Ümumi burada verirəm 19.000 deməli 19.148 dollar 50 sent. Bunu vururam manata 1.70. Manat olduğunu 1.70 olduğunu hardan bilirəm? Burada deməli bunu gözləyin. Bu valyuta bağlanı bulansa bilmirəm. Burada 840 kodu var. Bu da onun məzənnəsidir. 840 dollar demək. Bunu hardan bilirik? Buradan bilirik. Bu 80 vərəqli materialda hamısı var. 840-ın ABŞ dolları olduğunu göstərir. Misal üçün 978-in evro olduğunu deyək ki, göstərir. Buradan artıq bilirik və saatdakı da onun məzənnəsidir. Deyir bu dolları vur buna. İndi biz gəlirik burada. Ümumi olaraq məzənnəni tapmaq üçün 1.70-ə vururuq. Gəlin nisbəti cəmi çıxardaq. Görək yol pulu qatmayaq məsələyə. Bu qarşılıq gəlməsə invoice-dan aparmışıq. 19.148.50 vurulsun 1.70. 32.552 manat 45 qəpik. İndi 240 manatın nisbətini çıxardaq. Bu bizə burada lazım deyil. 240 manatın nisbətini çıxardaq. Nisbət nə deməkdir? 240 32.000-in neçə faizidir? 1% tapırıq. 240'ı bölürük, belə desək, bölürük. Bu bölmə işarəsi deyil, bu siz çaşdırmasın, bu bölmə işarəsidir. Bunu bölürük, bunun 1%-ni laf sadə formada. 325 manat 52.45-ə. 325 manat 52 qəpik. Bu neçə eləyəcək? 0.73% eləməlidir. Nisbəti belə çıxardır. İndi düstur verəcək. Bölürük 325 52.45-ə. Deməli 0.73 727 695 faiz. Yəni ki 240 bu 32.000-in 0.73%-dir. Bu nisbətdən parçalaya bilirik. Bunu götürürəm, gəlirəm bura. Rəsmiləşdirmə yığımı, invoice dəyərini tətbiq edirik. 16 manat 32 qəpik. Vururam bunu, qabağına faiz işarəsi qoyuruq. Və buralarda faiz yoxdur, burada faizdir. Enter edirəm, çəkirəm aşağı. Ümumi hesablayırsınız. Ümumi hesablayırsınız, gəlin burada cəmini çıxardaq. Deməli, say vurulsun bir ədədin yığımına, çəkirəm aşağı, ümumi data elədi 240 manat. Görürsünüz. Burada yuvarlaq texniki hesabla bilər. 240 manat. Bunu bu formada hesablaya bilirik. Bunu çıxardaq bursa lazım deyil. Data pozuldu. Gözünü bunu silək. Ümumi olaraq bu da oldu yığım. İndi maya dəyəri ümumi düstur verir, sonra qanunvericilikdən danışmayaq mütləq qayda. Biz burada maya dəyərindən hansı dataları daxil edirik? Birinci bu rəngləri götürək, daha bütün məlumatlar hesablanır. Ağ rəngə qoyaq. Bu məni gördü laflarınız. Bu sistem niyə belə? Bizdə saniyə sistem. Ümumi baxırsınız, ay maşallah. Deməli, malın maya dəyərində iştirak edəcək. Malın bir ədədin alış qiyməti, invoice dəyəri, bunu verirəm sarı rəng. Sonra malın rəsmiləşdirmə yığımının bölgüsü, malın deməli ithal rüsumu və malın nəqliyyat. Bunları hər bizdə datadır, amma daha çox var. Bu dördünün cəmi də budur. Burada nəsə vermişəm, bunu hayır eləməliyik. Bunların cəmi, bu 4 dənə sarının cəmi 23 manat 33 qəpik. Bu oldu bizim mayamız. Biz də ümumi götürürsünüz, ümumi invoice, ümumi yol pulu, ümumi ithal rüsumu, ümumi yığım düz gəlməlidir. Bu alqoritm verirsiniz, görürsünüz ki, doğrudan 42.374 manat, 371 manat. Bu formada maya hesablanır. Maya bu formada hesablanır. İndi siz bunu yəqin ki tətbiq edə bilərsiniz. Bu ortadakı datalara baxın, bunu ümumi vermişəm, faiz dərəcəsi və sair. Bu cədvəl veriləcəksə. Amma cədvələ yazıb hesablaya bilməyəcəksiniz. Artıq riyaziyyat olmalı mütləq qaydada. Yəni bu hesablaya bilməyəcəyəm. O qoşmaq olar, onu ustanov eləmək olar. Onu da eləmək olar. Kiloqram, nə bilim, filan toplar əlimizdə də zaten. Excel işləmək, onu da quraşdıra bilər. Onu da o dərəcəyə eləməmişik, düzdür? Özün də belə əlim öyrəşir. Çünki öyrəşmişik, nəsə kalkulyatorla hesablama eləyir. Hər şey avtomatlaşdırsa, bu şey paslaşacaq. Beyin pasladır. Ona görə bəziləri əlim. Su artıra bilərsiniz. Su artırıb məsəl üçün bunların hamısını alqoritmin cavab rahatlığına verir. Bunu verməyə nə var? Məsəl üçün bu bölünsün, bu vurulsun, bu avtomatik çıxardıram. Amma mən o alqoritmə işləmirəm də belə deyil. Belə dəyərli yoldaşlar. Ümumi olaraq biz bunu keçdik. Sizin indi suallarınıza keçməmişdən öncə bir 5-10 dəqiqə mənə vaxt verin, müqayisəni yaradın. Müqayisə dediyim nədir? Maya dəyərində hansı ödənişlər nəzərə alınmalıdır? Ona da toxunun. Biz elə faktiki məsələ üzərindən getdik. Bunun həlli vergi məcəlləsinin 143-cü maddəsidir. Aktivin dəyəri, yəni malın dəyəri kimi baxa bilərik. Çox vacib maddədir və çox zamanda səhv başa düşülən maddədir. Burada önəmli cümlələr var. Bir də prezidentin 1460 nömrəli fərmanı var. Topdan satış və istehsalatda malların mayası. Yəni mayada bu sənədlər. Bir də pərakəndə satış 1341 olmalı. Pərakəndə satış və iaşədə malların mayası. 4 sektor vardır. Topdan pərakəndə, istehsalat, iaşə, xidmət üçün şeyləmir. Yəni ümumi 4 üçün verilir. Xidmətdə bunlara nisbətdə hesablanır. 4-ündə də gömrük eynidir. Bunun 3.4-cü maddəsi var. 3.4-cü maddəsi. İndi burada prezident siyahı verir ki, bu malları erişən salmalı maya dəyərinə. Bu pulları invoice yolunu tələsməyir. Bir də 101-ci əsas 143-cü sura prezidentin sənədidir. Qaynağı buradan götürülür, belə baxın. İndi biz burada baxırıq. Yazır ki, aktivlərin dəyərinə onların alınması. Alınma nədir? Qiyməti, invoice dəyəri. Yazıram bura. Maya bərabər ümumi. Deməli, invoice dəyəri, üstə gəl, yol pulu, yəni nəqliyyat yazıram. Nəqliyyatın birazdan oxuyacağam. Burada bir də yazdım. Baxın sonra gətirilməsi, nəqliyyat. İstehsal şirkətini qoyuruq bu bina tikməkdə falan, yəni ixalda iştirak edən. Quraşdırma və qurulmalar bizim hissələrlə gətirmisiniz. Hər hansı bir şirkəti çağırırsınız, ustanov verir. Quraşdırırıq, qaymə yazır, xidmət qayməsi gedir malın maya dəyərinə. Yəni olsun kimi. Bir formada bölüşdürürsünüz. Quraşdırılmaz. Sonra gəlirik.
Elə bunları verir. Deməli, malın alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılma və qurulması üçün çəkilən xərclər. Burada vergi verib, sonra verib həmçinin, bu həmçinindən sonra bunu oxumursunuz. Bu rəsmi oxumur, göyə baxmırsınız. Həmçinin sonra adını oxuyun. Aktivlərin dəyərini artıran digər xərclər. Digər nələrsə ola bilər. Məsələn, fəhlə çalınmışsız boşaldır, müəyyən işlər olur. Amma burada göy yazı nədir? Göy yazı ən vacib məsələdir. Bu vergi soru üçündür, maliyyə soru üçün deyil. Diqqətlə baxın. Vergi eşən həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər. Məsələn, əmək haqqı, hesablanmış əmək haqqı, bank komissiyası, məsəl üçün. Çıxdığı xərclər və əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artım istisna. Bu maliyyəni salın. Məsəl üçün, sənin işçin, şoferin, gedib gömrükdən malı yüklü gətirirsə maliyyə dəyərini salın. Sənin işçin malı boşaldırsa yerə maliyyə dəyərini salın. Sən xarici pul ödəyirsən bank komissiyası. Maliyyə dəyərini salma. O ayrıca xərcdir, bank xərcidir. Deyim ki, malın puludur da orada 30 manat komissiya gedir, salmada. Birbaşa xərc sətri varsa, əmək haqqı xərc sətri var, nə bilim işıq var, qaz var, su var, vergi bunu belə yaz. Aydınmı? Amma digər nəsə varsa əlavə edə bilərsən. Qıraqdan aldığın xidmətlər ki var, müəyyən xidmətlər, onları əlavə edə bilərsən. Aydınmı? Misal üçün bir var öz maşınından gedib malı gömrükdən gətirirsən. Bu ithal üçün deyil, ümumi bütün mallar üçün, ölkə daxili ölkə xarici. Bir var malı gedib gömrüyün həyətindən öz maşınından gətirirsən. O artıq əsas vəsaitindir. O malın mayasına necə getmir orada. Sadəcə satanda yaxşı qiymədə satır. Ümumi bilərsən ki, nədir, xeyir nədir. Amma deyir, qıraqdan 166 çağırırsan malı daşımaq üçün onda maya dəyər. Artıq bu digər xərc. Bunu belə təsdiqatlandıra bilərsiniz. Öz imkanlarınız hesabına edirsinizsə, onu mayaya yazmayın, onu əlavə xərc yaradın. Amma digər şəxslərin imkanları çərçivəsində xərc yaradırsa, onu əlavə edə bilərsiniz. Bu bir. İndi gələk prezidentimiz görə yazır. Prezident də deyir ki, ithal malların son sənədlərində qeydiyyata alınarkən, həmin malların alış qiyməti, nəqliyyat, ikisi də orada var. Malların yüklənmə boşaldılma, bu orada yox idi, amma digər sözü var da, digər sözü var. Digər sözü məsələni baxın, yazıram bura. Belə siyahıya 100 dənə yazın. Yüklənmə boşaltma. Yüklənmə boşaltma. Sonra saxlama ola bilər. Müvəqqəti kiminsə yerində saxlaya bilərsən, öz anbarında yox. Gömrükdə lap belə saxlaya bilərsən. Yüklənmə boşaltma nədir? Mən deyəcəm, bu başqa anlamda şeydir adətən. Sığorta, mallar sığortalana bilər yol boyunca, adətən sığorta nəqliyyat şirkəti edir. Bir də bunları öz riyazi məntiqi ilə, ədalətli formada malların üzərində bölüşdürür. Bunlar bizim məsələmizdə nə idi? Bir də gömrük ödənişləri. Gömrük ödənişləri o digərin içindədir. Gömrük ödənişləri digərin içindədir. Yəni burada məsələlər buna icazə verir ki, digər xərclər aktivlərin dəyərini artırır. Aydın yoldaşlar. Bunları Excel üzərindən bir formada konfigurasiya edib ədalətli formada malın maya dəyərini hesablamalısınız. Bu öz yerində. Bizim bir məsələmiz qaldı gömrük məsələsindəki o vergilər. Vergilərin taleyiniz olur. İdxal zamanı iki vergi yaranır. Aksiz vergisi və ƏDV vergisi. Bu vergiləri gömrük ödənişlərinin qabağına mötərizə verilir. Əvəzləşən vergilər istisna mayaya getmir. ƏDV əvəzləşir, aksizdir. Ya da əvəzləşmir. ƏDV əvəzləşməsi ƏDV bəyannaməsində pul qaytarılır ki, o mayaya getmir. Amma ƏDV ödəyicisi olmayan xaricdən mal gətirəndə ƏDV-ni malın mayasına yazır. ƏDV 32-ci səhv. Yəni bu pulu, ümumi pulu malın mayasına yazılır. Bu daha. Bu 7583. ƏDV də birbaşa gömrük dəyərindən tənzimlənir. Gömrük dəyəri məntiqi ilə hesablayacaqsınız. O bugünkü məsələmizdə ithal usulunu necə hesablanırsa ƏDV həmişə elə getməlidir. Yəni gömrük dəyəri məntiqi necədirsə, brokerdən soruşun, deyə bu malların gömrük dəyəri hansı prinsiplə hesablanır? Kilo ilə yəni necəsə, ona uyğun ƏDV-ni parçalayın. Ona uyğun ƏDV-ni parçalayın malın üzərində. Yox, ƏDV ödəyicisidirsə, əvəzləşəcək maliyyə getmir. Bu 75 əlavə xərcə yazılır mənfəət bəyannaməsində, ƏDV də əvəzləşir. Bəziləri bunu maliyyə yazır, amma vergi götürmür, hüquqsuzluq verir. Çünki 24-dən onu düzəldirlər. 60 manatı digər xərclərə yazır. Mənfəət bəyannaməsinin 232-ci səhvində. 10 manat 80 qəpiklik gömrük qayməsini göndərir, ƏDV-si əvəzləşəcək. Deməli bizim mayamızda bu ikisi olacaq. ƏDV ödəyicisi olmayanlarda da bu. Aksiz vergisi də əvəzləşir. Aksiz vergisi məsələsi necədir? Aksiz vergisi ithal zamanı iki istiqamətdə hesablanır və hansı sənədlər tənzimlənir? 20 nömrəli qərar aksiz. 20 nömrəli qərar ithal olunan malların aksiz dərəcəsi. Məsəl üçün burada spirtli içkilər olur. Düzdür, mən belə işlər görmürəm, spirtli içkilər görmürəm. Ümumi olaraq deyirəm də. Burada məsəl üçün şərab var. Şərab litrindən 3 manat 60 qəpik aksiz vergisi. Litr, burada litr verir. İndi şərablar 200 olur da deyəsən. Ya qram 700 olur, hər cür olur deyəsən. Araq deyək, məsəl üçün düz istəyirəm. Deyək ki, burada araq olar deyək. Hamısı var ya burada. Araq. Arağın litri 12 manat 80 qəpik. Ona görə xarici araq bahadır, yerli araq 5 manat 10 manat məsəl üçün deyək ucuzları da var. Ona görə baxar. Xarici məhsul yaxşı məhsul olur. Likör 12 manat 80 qəpik. Viski sənədə bilərdə içkiləri tanıyarsınız yəqin ki, mağaza vitrinlərində olur, bir şey arasında çıxır. Araq 12 manat 80 qəpik. Avtomatik olaraq 1 litr. Məsəl üçün siz araq gətirirsiniz xaricdən. İndi məsələ nədir? Siz spirt gətirirsiniz yoxsa araq? Xaricdən spirt gətirəndə spirti niyə gətirirsən? İstehsalat üçün. İstehsalat üçün gətirilən aksizli malların ƏDV-si əvəzləşir. Birbaşa satış üçün gətirilən aksizli malların ƏDV-si əvəzləşir, birbaşa maya dəyərinə gedir. Bunu yadda saxlayın. Bu harda yazılır? Bu yazılır vergi məcəlləsinin tələsmi maddənin taxım sizin üçün. Sağ ol Ekrem müəllim. Mən o sualı vermək istəyirdim. O elə mənim qərar yerim idi. O əvəzləşmir. Problem yoxdur. Toxundum, əsas al. 189-cu maddə istehsal ehtiyacları üçün aksizin əvəzləşdirilməsi. Bir xam mal niyyəti ilə gətirmisənsə, məsəl üçün üzr istəyirəm. Spirt gətirirəm, Bakıda araq istehsal edəcəm. Onun ƏDV-si əvəzləşmə mexanizmi var. Amma mən birbaşa araq gətirirəmsə, İtaliyada, Rusiyada, burada satıramsa, gömrükdə ödənilən aksiz birbaşa ithal usulü kimi elə litr hesabı arağın üzərində cəmlənir. Bunu da yadda saxlayın. Üzr istəyirəm müəllim. O birbaşa elə bir hazır məhsul gəlirsə, araq məhsulu deyək ki, o birbaşa maya dəyərinə daxil olur. Bəli, 100%. Çox sağ olun. Siz sağ olun. Məsəl üçün da iş işdən keçəcək araq. Bu 1 litr üçün 12 manat 80 qəpik hesablanır. Bunu indi mən yəni ən azından sahibkar aldanmasın. İndi araq satır, məsəl üçün özü bilər. Məsəl üçün araq gəlib litrə vurur deyək onu. Gömrük. 100 litr araq gəlir, 100 litr araq gəlib 1000 litr deyək. Bu nə qədər edir? 12800 manat. Düzdür? 12800 manat aksiz vergisi. Bu deyək ki, yarım litrli araqlardır. Deməli 2000 dənə butulka araq. 12800 bölürsünüz 2000-ə, bir dənə butulkanın üzərinə 6 manat qəpik rüsum verəmək aksiz düşür. Maya dəyərini hesablanır. Target. Bu qədər. Mənim əlavəm yoxdur. Sizin sualınız varsa danışmaq istədiklərim bunlar idi. Sualınız varsa sual mövzusu açıqdır. Xalqdan qərar çıxmamaq şərti ilə. Mövzuları qarışdırmayaq da, fokuslanmışıq buna. Yəni biraz da yorğunçuluqdur, anlayışla qarşılayır. Yəni sual varsa buyura bilərsiniz. Deməli Fazil bəy sual verir. Bizdə kəsilməsi ithfalıdır. Sual budur ki, bir də İGB-də qalsın, ixfalıdan həmin bu vergi olmasın. Fazil bəy biraz burada tərəddüdlü məsələlər var. Mən burada yarışmanı öz şəxsi kimi deməyin bu qədər oynamır. Davalı mövzular. Misal üçün, mən az öncə dedim, misal 60 manat xidmət haqqı ki var idi Asterində. Onun kimi xərcə yazın, vergi problem eləmir. Misal üçün biz keçən dəfə mən göstərdim onu. O mənfəətli uyğunsuzluğun keçəndə aşağıda var idi siz deyənlər. İxracda olurdu, adətən ixrac ixracda sertifikatda. Digər xərclərə yazın da, amma maya dəyərinə bölüşdürüb açıqlama versəz vergi onu qəbul edə bilir. O da var. Elə də verə bilərsiniz, belə də. Amma bir məsələ var, mən sizə belə deyim. Misal üçün auditorlar palatası deyir ki, onları misal üçün bölüşdür maya dəyərini. Yəni biz keçən dərs mənfəət vergisinin uyğunsuzluğu məktubunu keçdik ya. Orada ümumi 13 alqoritm var idi, 13 sətr var idi.
Siz istəyirsiniz maliyyəyə salın, istəyirsiniz digər xərcə salın. Yenə uyğunsuzluq gəlməyəcək. Yəni vergi onu problem eləmir bizim üçün. Çatdıq ki sizə. Çünki il ərzində bu qida təhlükəsizliyi siz zaten qayda yazılır. Bir də 30 manatın qayması gəlir. Qısa ixala görə o görünməz xərc olur, o sənədsiz xərc olur. Onu razılaşıb qayma almaq lazımdır. Belə problemli bir məsələ deyil. Yəni müzakirəyə mənim üçün açıq deyil, konkret cavab yoxdur. YKB-dəki ədəbi deməli, bir baxaq, aksizlə bağlı dediyiniz əvəzləşmə bütün aksiz mallarıdır, yoxsa təkcə spirtli içkilərə? Baxa belə bir. Yox, aksizli malları xam mal material bütün, hamısına. Bütün hamısına. Yəni gətirdiyin xam mal aksizli malsa hamısına. Yəni burada əlavə şərt verilmir. 189 maddə oxuyarsınız. Sonra YKB-dəki ədəbini necə ödəyir? YKB-dəki ədəbini göstərim sizə. Gözünü telefonu götürün. Gömrüyün ödənişlərini necə ödəyirik? Onu deyək. Daxil oluruq banka. Gəlin kursun bankına daxil olaq. Bir də bunu ödəyə bilirsə, gömrüyə 4 pul verək. 12 10. Hasan imzayla bizdə kapital bankdır da belə deyək. Kapital banka daxil oluruq. Hasan imzamızla. Deyək ki, gömrüyə pul ödəmək lazımdır. Gözlük xanım sual cavab verək çünki vaxtı mən də bilmirdim. Bunu mənə kimsə öyrədib də. Adam bilmir axı öncədən. Dəqiq qoyub məlumat verək. Daxil oluruq Eşən Yusufzadəyə. Deməli, burada höp hissəsi var, höp hissəsi. Höp. Görürsüz? Solda biraz kobudlaşdırılmış. Gündə bir dizayn verilir. Biabırçı vəziyyətdir burada. Burada höp hissəsi var. Tələsməyin. Höplə gedək. Höplə deyin, belə çətin olmasın. Burada höp hissəsində höpə daxil oluruz. Burada Dövlət Gömrük Komitəsi var. Hanı bu? Dövlət Gömrük Komitəsi. Deyir, kim ödəyir? Öz ümumi birinci növ seçilir. Nəyin böyük avans seçin çalışın. Cərimələr falan. Böyük avans seçirsiniz. Deyir Eşən, öz bölümünü yaz. Yəni ixalatçı sənsən, mən də öz bölümünü yazıb göstərəcəm sizə. Deməli Eşənin bölümü. Bu sistemin bölümü hansıdır? Deməli 640, 235, 46, 92. Bölümünü yazdım. Vermədi. Gözün bizdə ithal müqavilə vurulmayıb sistemə. Gözün 235, 46, 92. Yəni bu rahat deyil burada. Buradan göstərə bilmirəm. Gözün görün başqasından göstərə bilmirəm. Tələsməyin başqadan görüb alınır. Bizdə gömrükdə qeydiyyata alınmış müqavilə olmadığı üçün imtina verir. Yəni imtina verir. Ona görə göstərə bilmirəm. Gözün başqa şirkətə görə daxil ola bilirəm. Biz bir gün ödəmişəm. Dünən ödəmişəm gömrüyə. Dünən sıraya girir ki, konteynер malımız çıxıb gömrükdə. Gözün. Şöyle indi göstərəcəm kim bir gömrük yığırlar. Rəşad bəy, daxil edirsiniz tutmaya dəyərini. Deyirəm, bu problem olmayacaq. Çünki alqoritm bir dənədir. 13-lü kod sistemidir. Yəni 13 o mənfəət yolsuzluğu keçdi ya. O onsuz da problem olmayacaq. Ümumi alışa görə təsdiqlənmiş sayılır. Amma düzdür, düz deyil, onu mən deyə bilmərəm. Biz də mən yazmıram maya dəyərini, amma onu əlavə xərc kimi yazıram. Ehtiyac bilmirəm yazmaq. Deməli ödənişlər hissəsi var burada. Burada indi ödənişlər, başa bax. Burada yeni ödəniş var. Yəni hər bankda bir Dövlət Gömrük Komitəsi. Tıklayırsınız buna. Bu bölünüşdən. Avans ödənişləri, ödənişin növü. Gömrük ödənişləri 3 yerə bölünür. Yəni gömrüyə. Deyir ki, DGK az terminal. DGK az terminalın ədəbisi və DGK avans. Deməli belə bölünür. 3 ödəniş yaranır. Gömrük ödənişləri hansıdır? Gömrük ödənişləri bərabərdir. Yığımlar, vergilər plus ithal rüsumları. Bunların da kodları bəllidir də. Yığımın kodu məsəl üçün 02 var, 19 var, aktual, vergilərdə ədəbi 32, ithal rüsumunda 20. Yəni gömrük bəyannaməsindəki bu pulları götürərsiniz. Ödəyərsiniz, gömrük ödənişləri bunun adı da budur. DGK avans, standart kodu var. Bu koddur. Yəni büdcə təsərrüfat kodu budur. Yəni büdcə təsərrüfat kodunda yazsa, ümumi versək belə olacaq. Büdcə təsərrüfat kodu budur. Ümumi biz məsəl üçün hamısını bankdan vurulsa, burada bu üç ödəniş olacaq. 240 manat, 5000, 7000. Toplayasınız 12-13 min manat ödəyərsiniz. Bunu seçirsiniz aşağıda hesabı seçirsiniz, ödənişi yazırsınız, avans yazırsınız, göndərirsiniz. Sonra buradakı 75 az terminaldır, 85 az terminal ədəbisi. Buradan da bunu seçirsiniz, az terminal özü 60 manat ödəyərsiniz. Bunu da seçərsiniz, ədəbisini də 10 manat 80 qəpik ödəyərsiniz. Bu belə. Maya dəyəri üçün qısa ixal rəqəmləri götürmək lazımdır. Maya dəyəri üçün qısa ixal bəyannaməsindəki rəqəmləri, qısa ixal bəyannaməsində nə rəqəm var ki? Yox. Hansı rəqəmləri deyirsiniz Sevgi xanım? Qısa ixalda qısa rəqəmlər olur. Xüsusilə 30 manat deyirsinizsə, o ortalıqda belə gedir belə baxanda. Biznes kartla ödəsəz, gəlirdən sınır xərc statusunda silirsiniz, belə nəzər sənəd olmur da, onsuz sənəd olmur. 30 manat qısa ixalın ödənişi ki var. Onu bir qədər salıb yoxlayarsınız. O qədər nəzərə alınır. Amma böyük şirkətlərdə hə, diqqətli olmaq lazımdır. Bu belə. Ümumiyyətlə maya dəyəri hesablayarkən qısa ixal bəyannaməsinin gömrük bəyannaməsinə baxmaq lazımdır. Əlavə suallar olan varsa vurğulaya bilərsiniz. Hələ üzr istəyirəm. Bu bəyannamədə bir məsələni soruşmaq istəyirəm sizdən, gömrük bəyannaməsi. 74 nömrəli Aksiz. İcbari tibbi sığorta dedilər mənə. Biraz əmin deyiləm. Sizdən bir dəqiqləşdirmək istəyirdim. Orada elə bir məsələ varmı icbari tibbi sığorta? 74 nömrəli kod altında. Hə, aksizlə bağlı olur bəli. Ümumi olaraq bəli, aksizli maldır, bəli. Bir də 95 də var burada. O deyəsən səhv eləmirəmsə cərimələr olmalı hansısa. 95 bəli, cərimə olmalıdır. Mən var əzbər bilmirəm, o 81 vərəqin içində var. Amma buradan göstərə bilərəm sizə, gözləyin. Burada aksiz var. Hə, doğru düz deyirsiniz. Bəli, var o məsələ. Sadəcə dəqiqləşdirmək istədim, müəllim ola bilər ki, hə, düz deyirsiniz. 30 burada aksizdir, bir də 74 var. Yəni baxın bu nə hesabdır, bəli. 10%-dən burada 10%-dən mi gedir? Bəli. Çalışaraq gələcək vebinarlarda bunu nəzərə alaq. Aksizdə bəli, icbari tibbi sığorta məsələsi var. Bəyan məsələlər aksiz hissəsini oxuyarıq. O qədər praktik istifadə edə bilmirəm, görə baxın konkret tipsə, bir dənə yanlış məlumat verirəm. Var. Yəni 74 icbari də o belə deyək də, maya dəyərinə var olmur. Mən elə başa. Hə, eləyə bilərsiniz, bəli. Bəli. Bu da ayrı. Amma əgər hansısa yoldaş istifadə edirsə, desin də kömək eləsin. Yəni mən o qədər aksiz bu rəqəmdən aksizdən uzağam. Yəni bu ara çox ismitli işlər olur. Hardan gəlib aksizli mal ümumiyyətlə ifadə edə bilmirdim, belə işimiz yox idi. Hardan gəlib rəhbərlik də. Hardan gətirdi ilişdirdi bu aksizli mala. Mən də ona görə tədəyəm bu aksizli mal. Təşəkkür edirəm, minnətdaram. Xoşdur. Burada mən bilirəm, ondan aldı. 74 olsaydı yardım olardı. Bunu oxumuşam. Yoxdur. Yoxdur. Bu sənəddə yoxdur. Bu sənəddə yoxdur. Amma düz deyirsiniz. Ədəbi bəyannaməsində 20 nəvəz. Mən Nərmin xanım bütün sualları yazır, maşallah. Ədəbi bəyannaməsində 20 nəvəzləşdirərkən DGK avans ödənişlərini yazır. Nərmin xanım bu sual, yəni bu sualı deyil. Əgər siz öyrənmək istəyirsinizsə, bizim biraz bunu anlayışla qarşılayaq. Niyə? Yəni təcrübəniz yazdı ya da gömrük təcrübəniz yazdı belə deyək. Yəni əlavə bir o sual özü səhv sualdır yəni. Sual özü səhv sualdır. Yəni sual düzgün sual deyil. Sualın düzlüyünü öyrənmək üçün mən sizə 3 dənə video, 5 dənə video var Instagramda, hamısını ixalı izah eləmişəm. Bu Instagramı açın göstərirəm sizə. Gözləyin. Rəsmi videoları göstərirəm, izləyərsiniz. 1 saatlıq video cəm deyəsən. Rəsmi. Bizə saniyə gözləyirəm.
Wayne grubun səhifəsində bu videolarda idxalın izahı ilə bağlı 5 video var, arda-arda paylaşdım. Özümdə nömrələmişəm, baxın bura. Deməli, əlavə 1. Deməli, buradan başlayır. 1, 2, görün, burada ne qarşılıq. Burada 4, telefonda arıza gelir. Part 5, part 4, part 3, part 2, part 1. Burada idxaldan danışmışam. Rahat izləyib başa düşə bilərsiniz. Burada izah eləmişəm hamısını. Bu fürsət var. Yəni belə burada izah eləsəm belə 20 dəqiqə danışım. Bir də sadəcə məlumat verə bilməz. Ümumi amma belə deyim ki sizə, ƏDV-nin əlavə edilmələrinin əvəzləşməsi malın gömrük dəyəri, idxal rüsumu və aksizindən asılıdır. Burada da izah olunmalıdır. 162-ci maddə nəfəsidir. Əlavə sual olan varsa buyura bilər. Əla, çox sağ olun, çox faydalı dərs oldu. Xüsusilə xaricdən çox faydalı şirkətlər masası üçün şübhəli qalan bütün suallara. Buyurun, xoş Ülvi bəy. Bu layihədə başqa növbəti faydalı layihə çox sağ olun. Ülvi bəy, görürəm hansı Ülvi bəydir? Ülvi bu Qarabağın proje şəklində, Qarabağın azərkeşi olan Ülvi bəydir, yoxsa adlar yadında qalmır? Hə, həmin Ülvi. Onun adlar nömrələrini şəkil yadında qalmır həqiqətən. Çox sağ olun, xoşdur. Sualınız varsa verə bilərsiniz, mən vaxt ayıra bilirəm. Kimin sualı varsa soruşsun. Hələ ki başqa bir məlumat da verim sizə, burada paylaşmışıq. Deməli, bizim 6 dekabrda layihəmiz bitir. 6 dekabrda layihəmiz bitir. 6 dekabrda layihə bitir. Ondan sonra tədbirə kimi 6 dekabrdan bitir. 29 noyabr düz istəyirəm. 29 noyabrda bitir mövzular. Yəni proqramı bitirmək istəyirik çünki təşkilatında çətinlik vaxt ayırmaq lazımdır. Amma 4 dəfə webinar olacaq. Yəni soyutma istəmirəm də arada soyuqluq yaranmasın layihəyə qarşı. 14 dekabra kimi 4 dənə webinar olacaq. 600 nəfər webinar olacaq. Yəni istəyirəm hamı bir yerə versin. Narahat olmayın. 600 nəfəri mən idarə edə bilirəm təlim olaraq, yəni təlim olaraq. O mənim işimdir. Qəşəng mövzular seçəcəm. Qəşəng 4 dənə əlavə mövzu seçəcəm sizlərə. Hələ bir həftə dərsimiz qalıb. Ondan sonra deməli qrupa yazılıb tarixlər axşam saat 9-a. Axşam saat 9-a 4 dənə maraqlı mövzu layihəyə kimi keçərik. Ayın 12-sinə kimi, ayın 13-ə başlarsınız. O 4-də tədbirdə görüşərik Allah qoysun. Belə. Belə dəyərli yoldaşlar. Sualınız varsa buyurun, yoxdursa bitirək. Bu günü bitirək. Gələn dərs vahid bəyannamə olacaq. Gələn dərs televizyon hesabat olacaq. Bu dərslərin rekordu Mətanət xanım. Xeyr, paylaşılmır, layihədə iştirak edənlərə veriləcək Allah qoysun. Yəni onun üçün hesablamışıq, veriləcək hamısı. Amma bir nəfər bir brauzerdən daxil ola bilər. Yəni mən dostuma verim, podruqama verim, qardaşıma verim, ona icazə yoxdur, o pahalılıqda verilmir. Hə, belə ümumi olaraq özünüz baxa bilərsiniz. Zaten bir nəfər daxil ola bilər, ikinci brauzer, ikinci imkan olmayacaq. Bir dəfə ustanoq edirsiniz, deyəcəm qaydasını sizə. Və özünüz baxa bilərsiniz. 2 ay aktiv qalacaq, 2 ay. 2 ay baxarsınız, problem yox. Yəqin ki 2 ay, elə fikirləşirik, birdən sonra gələr. 2 ay olmalıdır yəni. 2 ay düşünürük, 8 video olacaq, rahat baxarsınız. 8 video toplam 20 saat eləyəcək elə biləcək. Hə, görək burada. Çox sağ olun, minnətdaram. Çox faydalı oldu. Hə, sağ olun, siz sağ olun. Mən təşəkkür edirəm sizə. Çox sağ olun, dəyərli yoldaşlar. Görüşərik. Dərsi bağlayırıq.